Günüdür. Biz bu günləri nə etməliyik? Müxtəlif mühitlərdə elektrik cəryanından C edən suallarımız var, amma orada suallar azdır. Ona görə istəyirəm birinci başlayaq. Dövrələrdə çətinlik çəkdiyimiz ampermetrlər, voltmetrlər dövrəyə necə qoşulsa, nə cür işləyərik, ümumi müqavimət necə təyin eləyərik? Bu tip suallar ki var, açar bağlanarsa nə olar, açılarsa nə olar? Bunlarla tuş testlərini davam etdirəcəyik. Bəli, mən bir şey soruşa bilərəm sizə. Bəli, buyurun. Bəli, mən qrupa test atmışam, kondensatorla bağlıdır. Bugün çox mənə sual verdi ki, açar bağlı olanda nəyə görə açarın aşağısında iki kondensator var, onlar nəzərə alınmır? Başa düşmədim. Necə? Mən qrupa test atmışam, bir dənə zəhmət olmasa baxın ora kondensatorla bağlı, Ya, elektrik yaxşı tutulmuş müəllimə, baxarıq inşallah. Bir dənə istəyirsiniz dərsin axırında baxıb deyərik fikrimizi. olar. Birinci sual. Deməli deyir ki, radiusları R və 2R olan, müqavimətləri R1 və R2 olan eyni cins, yəni eyni materialdan hazırlanmış keçirici naqillər şəkildəki kimi bağlanıb bu formada. Sual belədir ki, naqillərin uzunluqları eynidir. Bax fikir verin, uzunluqları eynidir. Müqavimətlərin nisbəti nəyə bərabərdir? Necə bir yanaşma eləyərik? Baxırıq. Deyirik ki, müqavimətin düsturu var. Müqavimətin düsturu ümumi naqillər üçün R bərabərdir. Bir dəqiqə yoldaşlar, bunu şriftə kiçildək. Mhm. R bərabərdir. Nədir? Rho L bölünsün S-dir. Şərtdə də bizə nə deyir? Şərtdə də bizə deyir ki, uzunluqları eynidir. Yaxşı, uzunluqları eynidirsə, onda uzunluqlarla bizim işimiz yoxdur. Rho eyni cinsdən olduğu üçün materiallar da eynidir. Onda sahə ilə, deməli, müqavimət nə ilə mütənasib qaldı? Sahə ilə tərs mütənasib oldu. Sahə ilə tərs mütənasibsə müqavimət üçün nə yazarıq? R1 bölünsün R2 bərabərdir. Sahə ilə tərsdir. S2 bölünsün S1. S2 dediyimiz ifadə n kəsiyi 2R radiuslu və yaxud da ki R radiuslu bir dairə olduğu üçün pi R2-nin kvadratı bölünsün, o birisi də pi R1-in kvadratı olacaq. Pilər getsə, ikincinin radiusu 2R-dir, kvadratı 4R kvadrat eləyir. Birincinin radiusu R-dir, kvadratı R-in kvadratı edir. Beləliklə cavabımız burada 4 alınır. Görüntüdə, səsdə bir problem olsa mənə deyin və yaxud da ki, məsələ ilə bağlı nəsə sualınız olsa buyurun. Müəllim, üzr istəyirəm. Bu PDF atılmışdı qrupa. PDF bir dəqiqə deyəsən atmamışam ha. Yox, mənim deyəsən, çünki Xeyr, müəllim görmədim. atmamışsınız. PDF qrupda yoxdur. Ha, bildim. İndi üzərində işləyim, onu da ataram kayda atacaq. Ee, Sual belədir, ikinci sual. Uzunluqları eynidir. Hər bir 3 dənə naqil var, üçü də uzunluqları eynidir. Bu formada birləşdirilibdir. K tərəfi müsbətə, L tərəfi mənfiyə fərq eləməz. Potensial fərq veriblər buna. Və deyir ki, birinin uzunluğu 2L qədərdir. Eyni çubuqlardır. Bax, bu formada birləşdiriliblər. Hər bir keçirici müqavimət 6R olduğuna görə, yəni biri 6R'dir. Hər biri ayrı-ayrılıqda 6R olduğuna görə K ilə arasındakı ümumi müqavimət neçə ohm olar? Bizdən bunu soruşurlar. Neçə ohm yox, ola bilsin ki, burada 6 R ilə verib, R ilə verib. Yəqin ki, burada neçə R olar sual verməlidir. İndi baxırıq bura nəyə? Bu birləşməni belə nəzərə alacağıq ki, bax bunu tən ortadan bölək. Bax fikir verin buna yoldaşlar. Bu ikisi üst-üstə qoyulan bu ikisi, bu bir ayrıca bir dənəsi, üst-üstə qoyulan ikisi bax burada ayrıca, bir də bu ikisinə diqqət edin. Bunlar var, bir də kənarda bu birisi var, bu bir tərəf. Bunu elə çəkək ki, en kəsik sahəsi bunu tutsun. Əla. İndi nə edirəm mən bu dövrəni? Bu dövrəni üst-üstə qoyulanları paralel şəkildə, paralel qoşulmuş, dövrəyə paralel qoşulan müqavimətlər kimi nəzərə alacağam və dövrəni daha da bəsit bir formasının ekvivalent dövrə kimi burada qururam. Baxın, bir dənə bu ayrıca L uzunluğa malikdir. Uzunluğu L, en kəsr sahəsi eyni qalır. Uzunluğu 2L-dir. 2L uzunluğunun müqaviməti 6R-dirsə, onda bir dənə L uzunluqlu bu hissənin, bax bu göy rənglə çəkdiyim hissənin müqaviməti nə olmalıdır? 2 dəfə az, yəni 3R olmalıdır. İndi baxın, hər biri 3R olacaq. 3R, bu da 3R, 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 bu da 3R. Daha sonrasında deyirsiniz, bir müqavimət burada qoşulub, sonra ikisi bir-birinə paralel qoşulub,
Sonra yenə ikisi 3R 3R. Bunlar bir-birinə paralel qoşulub. Modelləşdiririk bu formaya ki, daha rahat şəkildə yaza bilək. Daha sonra sonuncu 3R. Və beləliklə dövrə oldu 3R'lərdən ibarət. Burada 3R'dir. Bax, diqqət edin. Burada 3R'dir. Burada 3R'dir. Burada 3R'dir. Hamısı 3R. 3R müqaviməti. Niyə 3R? Çünki biz yarısının uzunluğuna baxdıq. 2L uzunluqlu 6R'dirsə, onda L uzunluğu 3R olmalıdır. Və beləliklə buradan çox sadələşir. Sadələşdirilmiş formada da siz onun ümumi müqaviməti nədir, onu bilirsiniz. 3R ilə 3R nə cür birləşib? Deyirik 3R ilə 3R birləşib. Paralel. Paralel birləşdiyi üçün bax buranın müqaviməti eləyir. Yoldaşlar 1,5R. Bunlar paralel birləşdiyi üçün buranın müqaviməti yenə 1,5R eləyir. 3R, 3R ardıcıldır 6R. 1,5, 1,5 bu da 3R. Onda 3R, 3R, 3R ümumi müqavimət nə olar yoldaşlar? Hamısının cəmi, yəni 6R. 3R üstəgəl 1,5R üstəgəl 1,5R üstəgəl 3R bərabərdir 6R. Beləliklə 9R, 9R müəllim, 9R. bağışlayın. 9R. Beləliklə cavabımız olur burada A variantı. Kimin sualı var mənə? Bu dövrəni bu formaya gətiririz. Görürsünüz, iki paralel üst-üstə qoyulanları paralel kimi ayrıca burada göstərdim. Dövrədə açdım. Tək qalanları isə ayrıca 3R, 3R. Ümumi birinin uzunluğu 2R idi deyənə müqaviməti 6R idi. Yarısını götürüb ayırıb yazmışam deyənə bunlar oldu 3R forması. Davam eləyək. Bu ikinci idi. Üçüncüyə baxırıq. Bundan sonra 3 dənə ya 2 dənə deyəsən ümumi müqavimətin təyin olunması hərfləmə metodu qoymuşuq. Deməli bu nöqtə K nöqtəsidir. Bizdən nəyi soruşur şərtdə? İlk öncə ona baxaq. Dövrənin ümumi müqavimətini deyir təyin elə. Bu nöqtə K nöqtəsidir. Qarşıma işlədici çıxmayana qədər hər yerin potensialı eynidir. Burada K-dır. Bax, qarşıma bir işlədici çıxmır. Bu nöqtədə olur K. Baxıram yuxarı. Bura L-dir. Onda burada olur L. Aşağı gəlirəm. Bu nöqtədə nə olur? L nöqtəsi. Və burada yeni bir belə deyək, düyün nöqtəsi var. O düyün nöqtəsinə biz hərf qoymalıyıq. Bu hərfə də deyək, məsələn, T nöqtəsi. Onda burada nə olur? Burada T nöqtəsi olmalıdır. Neçə hərfdən istifadə elədik? 3 hərfdən istifadə etdik. Hansılardır? K, L mənbənin qütbləridir və bir dənə əlavə T-dən istifadə etdik. K-nı qeyd edirəm, T-ni qeyd edirəm, L-i qeyd edirəm. Mənbənin qütblərini ayrılıqda yazdım, T-ni yazdım ortaya. K ilə T aralığında nə var? Baxırsan, K ilə T aralığında bir dənə 3R var, K ilə T aralığında bir dənə 3R var. Vəssalam, başqası var, K ilə yoxdur. K ilə T aralığında iki müqavimət olduğu üçün bu müqavimətləri bir-birinə bilirsiniz ki, tutum dərsindən bilirik bunu, paralel qoşuruq bir-birinə. Çünki potensial fərqləri eynidir. Bunda da K açıq T, bunda da K açıq T. Gərginlikləri eynidir. Gərginliklər eynidirsə bunları paralel qoşmalıyam. Biri 6R'dir, biri də nədir? 3R'dir. Dahasında nə var? Bu ikisi getdi. T ilə L arasında nə var? Bax, bu T ilə L arasındadır, bu da T ilə L aralığındadır. 4R, 4R, hər ikisi eyni aralıqda olduğu üçün onları necə qoşmalıyam? Paralel qoşmalıyam. Yenə paralel qoşuruq bu formada. Bura nə olur? 4R, burada olur 4R. İndi bir dənə qaldı bunu hesaba. Bir də burada K ilə aralığında biri qaldı. K ilə aralığında bir dənəsi 12R müqavimətindədir. K ilə L-in aralığındadır. Baxın, biri K-dadır, biri L-də. Bu aralıqda bir dənə 12R var. 12R. Yoldaşlar, indi bu dövrə kifayət qədər sadə bir dövrədir. Buranın müqaviməti nə qədərdir? 6R ilə 3R. Deyirsən 6R vurulsun 3R bölünsün, onların cəmi 9R. Nə eləyir bu? 2R eləyir, düzdürmü? Bura 2R. Bəs buranın müqaviməti nə qədər eləyir? 4R, 4R, burada 2R eləyir. Dövrə oldu belə. Yuxarı oldu 2R, 2R, 4R. Aşağı oldu 12R. 12R, hə? Bunu da verdi aşağı. Buranın ümumi müqavimətini artıq bilirsiniz. Ümumi müqavimət bərabərdir. 4R vurulsun 12R. Böl onların cəmi 16R. Beləliklə cavabımız eləyir nə? 3R. 3 eləyir, yoxsa 12 böl 4, bəli, 3R. Doğru cavabımız B variantı olur. Nə qaranlıq qaldı yoldaşlar? Kimə nə qaranlıq qaldı? Keçək dördüncü suala. Bu tip suallarda nə edirik? Dövrənin ümumi müqavimətini bizdən soruşur. Görün nə qədər məsələ belə pafoslu görsənsə də, amma kifayət qədər sadə bir məsələdir.
Necə yanaşaq buna? Bu nöqtəyə K deyiblər elə. Onda biz də davam eləyək orayla. Bura K-dırsa, bu nöqtədə olmalıdır K. Yuxarıda işlədici yoxdur. Bax, yuxarı çıxıram yoxdur. Sağa gedirəm işlədici yoxdur. Burada K. Aşağı düşürəm bir müqavimət yoxdur. Burada K. Bura L-dirsə, onda bura da L olur. Aşağı düşürəm, bura da L olur. Hə, indi burada bir düyün nöqtəsi var. Düyün nöqtəsi üçlü birləşmələrdə olur adətən. Bu düyün nöqtəsinə bir hərf deməliyik. Nə deyək? Məsələn, T hərfi deyək. Neçə hərfdən istifadə elədik? 3 hərfdən istifadə elədik. K, T və L-dən istifadə etdik. İndi K ilə T aralığında nə var yoldaşlar? Diqqətlə baxın. K ilə T aralığında 1, K ilə T aralığında 2, başqası var? Yoxdur. Və bunlar paralel birləşdiririk. Bu 1, bu 2. Birləşdirdik paralel. Özdə 12R, 6R. Bu olsun 12R, bu da olsun 6R. T ilə L aralığında nə var? Baxıram, T ilə L, və bura T-dir, bura da T-dir, tamam da. T ilə L aralığında bir dənədir, o da 4 ohmluq. Bunu da qoyuruq bura, 4 ohmluqdur. 4 R deyək, mən hamısına R demişəm. Biri qaldı yoldaşlar, o hansı aralıqda yerləşir? Bu da K ilə L aralığında yerləşir. Bunu da gətirib qoyuruq K ilə L aralığında. Yəni bura. Bu da nə qədərdir? 8R müqavimət. İndi kifayət qədər sadələnmiş bir dövr oldu. 12R ilə 6R birləşməsi paraleldir. Onda 12R'i vurursan 6R-ə. Bölürsən onların cəmi 18R-ə. Neçə qalır? Yoldaşlar burada 6, 3, 4R-ə. 4R burada qalır. Burada 4R-dir. 4R ilə 4R ardıcı birləşir. Onda yuxarıdan müqavimət elədi 8R. Aşağıdakı müqavimət olduğu kimi qalır. O da 8R. Onda bu 8R, 8R'in müqaviməti, ümumi müqaviməti nə olar yoldaşlar? 4-dür. 4R. Bu da oldu bizim ümumi müqavimətimiz 4. Doğru cavab verək. Hə, kimin sualı var? Əla, davam eləyək. Səliqəli yazıram ki, bunları atacağım sizə, oradan baxarsınız. Həm sadə PDF atacağım. Bir dəfə özünüz, məsələn, bəzən müəllimlər istəyir ki, özü işləsin, sonra baxsın. Həm yazılı PDF atacağım, həm də video kaydı ataram, baxarsınız. Hə, burada maraqlıdır, şərtdə görün nədir? Deyək, şəkildəki bağlanmış naqillərdən kail dövrəsi bax bu formada yığılır və deyir, sistemin ümumi müqaviməti 1 ohmdur. Görün nədir? Ümumi müqavimət sistemin ümumi müqaviməti. Yəni R ümumi bax bu yüzdə 1 ohm olaraq verilir. 1 ohmdur. Bu ohm işarəsi. Buna görə deyir ki, o həmin R müqaviməti nə qədərdir? Bax hamısını verib bir dənə R verməyib. R-in neçə ohm olduğunu təyin etməliyik. Ümumi müqaviməti verib 1 ohmdur. Necə yaxınlaşa bilərik burada? Yenə dövrəni qurarıq, ekvivalent sxemini qurarıq. Bura K-dırsa, burada K deyirəm. Bura K-dırsa, burada K olur. Aşağıda K olur. Bura L-dirsə, bir dəqiqə yoldaşlar. Hə. Bura R-dirsə, L. Onda bura da L-dir. Aşağıda L-dir. Yuxarıda olacaq L qədər. Və yeni bir hərfə ehtiyac. Bir də yoldaşlar, bura K-dırsa, bax, bura boş naqildir. Burada nə olmalıdır? Burada K olmalıdır. Bir də burada bir dənə üçlü birləşmə var, düyün nöqtəsi var. Bu düyün nöqtəsinə də yeni bir hərf deməliyik. Məsələn, mən orada deyirəm T hərfi. Ekvivalent dövrəni quraq görə R-i necə tapa bilərik? Ümumi müqaviməti bizə verib. Ekvivalent dövrəni quranda K, T və L. Elə bil mənbənin qütblərini ilk yazırıq. Sonra nə hərf yazmışsansa onu ortaya yazırsan. K ilə T aralığında nə var? K ilə T aralığında bir dənə, K ilə T aralığında 2 dənə. Yəni, bunlar özdə paralel birləşməlidir. Düzdür? Bura olur. Bura olur 2 ohmluq. Aşağı olur R. Aşağı olur R. Sonra T ilə L arasında nə var? T ilə L aralığında bir dənədir. Başqa var? T ilə L yoxdur. Bir dənədir. Onu da qeyd edirik bura. Və bu da olur 3 ohmluq. Bir dənəsi qaldı. K ilə L aralığında olanı qaldı. K ilə
el aralığında bir dənəsi qaldı. Onu da qeyd elədik bu formada. Dövrəni bağladıq və o da 4 ohmluqdur. Bunu da 4 kimi qeyd elədik. Ümumi müqavimətimiz 1-dir. Bunu unutmuruq. Burada K ilə L arasında 2 ohm da var idi. Hardadır K? Aşağıda. Burada 2 də var. Təşəkkür edirəm. Bəli, onu görmədim. Burada bir dənə 2 də var. Onda bunu belə paralel formada qoşarıq buna. Deyərik, bax, burada bir 2 də var. Hər ikisi paralel birləşiblər. 4, bu da 2. Əla. Çox sağ olun mənim. Bu dövrəni qurduq. İndi ümumi müqavimət verilib, bizdən eri soruşur. Bu dövrəni necə sadələşdirərik? Deyirsiniz ki, bax, buranın müqaviməti nədir? Buranın müqaviməti 2 ilə er paralel birləşib. Yəni 2-ni vurursan erə, məxrəcdə 2 üstəgəl er yazırsan. Qabaqda 3 var. 3 ilə bu necə birləşib yoldaşlar? Ardıcıl. Ardıcıl birləşmədə toplanır. Yəni 2R bölünsün 2 üstəgəl R ilə 3-ü cəmləyirəm. Bu yuxarının ümumi müqavimətidir. Nə qədər eləyir bu da? Orta məxrəc R üstəgəl 2. Bu da eləyir 6, 3R, deməli 5R üstəgəlsin 6. Səhv eləsəm deyil. Hesabatda 3R, 3R üstəgəl 2R, 5R düz yazılır. Bu yuxarının müqaviməti oldu. Aşağının müqaviməti də açıqca görünür. Buradan yazıram. Paralel birləşmə 4 vur 2 böl 4 üstəgəl 2 6. Elədi nə qədər yoldaşlar? 4 bölünsün 3 qədər. Aşağının da müqaviməti də 4 bölü 3. İndi ümumi müqavimət 1. Yuxarının müqaviməti bu qədər. 5R üstəgəl 6 böl R üstəgəl 2. Aşağının müqaviməti 4R bölünsün 3. Və bunlar paralel birləşmədir. Yuxarı ilə aşağı paralel birləşir. Paralel birləşmədə düsturumuz 1 bölünsün R ümumi bərabərdir 1 bölünsün R üstün müqaviməti üstəgəl 1 bölünsün R altdakının müqaviməti. Vəssalam. İndi qiymətləri 1 böl R ümumi. Ümumi müqavimət 1 olduğu üçün 1-i 1-ə böləndə 1 bərabərdir. 1 bölünsün üstün müqavimət. Üstün müqaviməti budur. 1-ə böləndə tərsinə çevirməliyəm. Yəni R üstəgəlinsin 2 bölünsün 5R üstəgəlinsin 6. Üstəgəl 6 müqaviməti, o da 4 bölü 3 tərsinə çevirirəm 3 bölü 4. Buradan sonrakısı sadədir, hesablama edirsiniz. Hər tərəfi 5R üstəgəl 6-ya vura bilərəm, hə? 5R üstəgəl 6-ya vuraram. Elə mən 1-dən 4-də çıxaq, 4-də 1 qalsın, oradan tənasüblə daha rahat olacaq. Super, var riyaziyyat ki, bilir də. 4-də 1 olsun. 4-də 1 bərabərdir. R üstəgəlinsin 2. 5R üstəgəlinsin 6. Çarpaz vuraq. Buradan yazaq. Çarpaz vuranda eləyəcək 5R üstəgəlinsin 6 bərabərdir 4R üstəgəlinsin 8. R bərabərdir 2 ohm, hə? R bərabərdir 2 ohm. Səhv eləmədiksə belə olur. Cavab A variantı. Burada ümumi müqaviməti vermişdi. Dövrədə eri soruşurdu. Onu çaşdırmayasınız ki, bu formada ardıcılıqla yazmaq mümkündür. Yəni. Bu da çətin deyil məncə. Nə sualınız olsa deyin. Bu 5 idi. 6-cı suala baxırıq. Şəkildəki kail dövrə hissəsində açar açıq olanda ümumi müqavimət R1 olsun. Açar bağlı olanda isə ümumi müqavimət R2 olsun. R1 bölü R2 nəyə bərabərdir? Birinci, açar açıq olanda dövrə kifayət qədər sadədir. Açıq olmağı o deməkdir ki, gəlin buranı silim. Görünsün ki, bu nə deməkdir. Açar açıq olanda bura yoxdur ümumiyyətlə. Bax, bura yoxdur. Buranı sildik dövrədə. Həmçinin bura yoxdur. Açıqdır da dövrə, yəni bura getdi. İndi bu dövrə bu formadadır. Müqaviməti necə təyin edərik? Deyirsiniz ki, buranı K veriblər. Onda bura da K-dır. Düşürəm aşağı, işlədici yoxdur, burada K-dır. Dayanıram, sağa gedə bilmirəm, bu yanda sağa gedə bilmirəm. Burada L-dirsə, onda bu düyün nöqtəsidir. L-dir. Burada L-dir. Onda burada L. Bir dənə hərfə ehtiyacım var əlavə. Ona da T deyək. Bura T-dirsə, burada T-dir. Başqa hərfə ehtiyacımız var? Yox. Bura ehtiyac yoxdur, çünki 6 ilə 6 bir xəttin üstündədir. Bunlar ardıcıldırlar. Bunu yazacağıq. İndi gəlin birinci baxaq. Açar açıq olanda dövrəmiz, ekvivalent dövrəmiz necə olacaq? Gəlin ona baxaq. Bunu hardan yazaq ki, R1 bölü R2-ni soruşur. Gəlin ona buranı silim. Buradan rahat yazaq. Aha. Birinci, açar açıq olanda. Açar açıq. 2 nöqtə.
K, L, T. Dövrənin uclarında K var, ortada T var, sonda L var. K ilə T arasında nə yerləşir yoldaşlar? Bir dənə 4R, bir dənə K ilə T arasında. Neçələr? Bunu kim deyər? K ilə T arasında. 6 yerlə 6 yer. Bunlar ardıcıl formada. Elə bu ardıcıl olduqları üçün bunların yerinə nə yazaq yoldaşlar? 12 edir. 12 yer yazaq da. K ilə T aralığında bir bunlar var. Bu 12 yer. Bir də yuxarıdakı 4 yer var. Yuxarı yazıram 4 yer. Aşağı yazıram 12 yer. T ilə L arasında nə var? T ilə L arasında 1, 2, bitdi. Onlar da 6, 6'dır. Paralel birləşiblər. 6, 6. Görürsünüz, dövrə sadələşdi. İndi buranın müqaməti nədir? Buranın müqaməti nədir? 12 vurulsun 4 bölünsün 3 16. Hə? 3 er. Buranın müqaməti O da nədir? 3. Burada 3 er. Onda R1 açar açıq olanda 3 erin 3 eri ardıcıldır. Olur. 6 er. Bu birinci. Sonra açarı bağlayır. Bunları silək. Hərfləri silək. Artıq yeni bir dövrə qururuq. Bunları da sildik. Aha. Dövrə bu formada açarı bağladım. Açarı bağlayanda burada artıq xətt ayrıca bir potensial fərq yaradır. Onda açar açıq olanda nə olur? Açar bağlı. 2 nöqtə. Açar bağlı olanda yenə bu K-dırsa burada K deyək. Onda burada K olur. Sağa gedə bilmirəm. Bura L-dirsə burada L olur. Düz gəlirəm burada L olur. Yuxarı qalxıram burada L olur. Burada L olur. Yeni bir hərfə ehtiyacım var. T deyirəm. Burada T. Burada T. İndi ekvivalent dövrəni qururam. Yenə eyni formada bu səfər rəngi dəyişin. Fərq yaransın. K-nı qeyd edirəm. T-ni qeyd edirəm və L-i qeyd edirəm. K ilə T arasında nə var? K ilə T arasında, K ilə T arasında və bir də artıq bu KL düşür bu. K ilə T. Bir dənədir deyəsən, hə? K ilə T başqa yox. Bir dənədir. Dövrədə bunu qoyduq bura. Bu elədir 4-dir. T ilə L aralığında nə var? T ilə L. T ilə L. Bu da T ilə L arasındadır. Dəyişdi. Üçü də paralel formada birləşir. Birləşdi paralel. Hamısı da nə qədərdir özdə? 6R, 6R, 6R. Başqası qaldı. Bir dənə K ilə arasında qaldı. K ilə arasında biri qaldı. Onu da buradan qeyd edirəm. Bu da olur 6R. İndi dövrə oldu bu formada. İndi gəlin bunu hesablayaq. Buranın müqaməti nə qədər eləyir yoldaşlar? Birinin 2 müqamətini er. saya bölürsən. 2R. Qabaqda da 4R var. Onda yuxarı nə qədər oldu? 6R. Aşağıda da Aşağıda 6 er. 6R. Ümumi 3 er. Oldu ümumi. Ona da R2 demişdilər. R2 də oldu 3R. Deməli, məndən cavab soruşurdu ki, R1 böl R2 nisbəti nədir? Sən də deyirsən ki, 6R bölürsən 3R bərabərdir 2-dir. Bu qədər bəs. Açar bağlı olanda, açıq olanda nə? Belə, bu da oldu 6-cı. 7. 7 sonuncudur. Hərfləmə metodunun sonuncusudur. Kifayətdir məncə bu qədər. Hə, belə bir dövrə çıxdı qarşınıza. Buradan ümumi müqaməti təyin etmək lazım oldu. Nə yazırıq? Yenə ən gözəli hərfləmə. Yəni hərfləmə metodu deyilən bir şey, bir metod, yəni deyil bu əslində. Bir xəttin üzərində, müqamətsiz xəttin üzərində hər nöqtənin potensialının eyni olmağı deməkdir. Bura fi demişəmsə, burada fidir, burada fidir, burada fidir. Hər indi sadəcə hərfi dəyişib K deyirik. Bura L-dirsə, onda burada nədir? Burada L-dir. Amma aşağı gələ bilirəm, bəli. Burada L-dir. Sola gedə bilirəm, bəli. Burada L-dir. Bir dənə hərfə ehtiyacım var, T hərfinə. Bura T-dirsə, burada T-dir. Burada T-dir. Səsi bağlı saxlayın. Bunları qeyd elədik. Daha sonrasında nə etməliyik?
Dövrəni qurmalıyıq sadəcə. Gəlin buradan bu hissəni silim. Zaman içi eləməsin. Aha. Burada el idi. Səhv yazmalısın. İndi yazaq. K-dır, T-dir və L-dir. K-li mənbənin qütblərini yazırsın, sonra T-ni ortaya yazırsın. K ilə T arasında nə var? Bir dənə. Başqa var K ilə T arasında. Bura T-dirsə, burada T-dir. Yox, bunu niyə yazmadım? Bura T-dirsə, burada T-dir. Eynən. K ilə T arasında bir dənədir. Müqavimət nə qədərdir? 4 ohm. T ilə L aralığında nə var? T ilə L bir dənə buradadır. T ilə L bir dənə buradadır. T ilə L bir də buradadır. 12, 6, 4. Hamısı da paralel. 12, 6, 4. Qoşduq dövrəyə. Bu 12-dir, bu 6-dır, bu 4. Sonra bir dənə qaldı K ilə L aralığında. Onu da qoşduq dövrəyə. Bu da nə qədər eləyir? Bu da 6 eləyir. Və salam qalanı sadədir. Bu 3-ü nə qədər eləyir yoldaşlar? 3-ünün müqaviməti nə eləyir? 1 bölü R ümumi 1 bölü 12 üstə gəl 1 bölü 6 üstə gəl 1 bölü 4. Ortaq məxrəc 12, 12-yə böləndə 1, 6-ya böləndə 2, 4-ə böləndə 3. Cəmləndi o elədi 6. R ümumi bərabərdir 2-yə. Hə? Buranın müqaviməti 2. Bu üst hissənin müqaviməti 2. Burada qabaqda 4 var. 4 ilə 2 cəmləri nə eləyir? 6. Onda yuxarının müqaviməti elədi 6. Aşağının müqaviməti elədi 6. Və beləliklə ümumi müqavimət 3 ohm oldu. Bitdi. İnşallah ki, bundan sonra hərfləmə metodunda bir problem yaşamayacaqsınız. Artıq 7-yə qədər yazmışıq. Bunun sadəcə 4-dən o tərəfə hərfləmə. 3-dən o tərəfə hərfləmə. Keçirik 8-ci sualı. Baxaq 8-ci sual bizə nə deyir? Hə. 8-ci sualda qeyd olunmuş ki, şəkildəki dövrədə qollardan keçən, bu verilən bu qollardan keçən dövrənin hissələrindən keçən cəryanların nisbəti 1 bölünsün 2 bərabər 4-dür. Buna görə deyir ki, R müqaviməti neçə ohmdur? Nə cür yazarıq yoldaşlar? R-in neçə ohm olduğunu nə cür təmin edə bilərik? Ekvivalent dövrə quraq. Ən gözəli budur. Bir tərəfinə deyirsiniz, buranın bir tərəfinə deyin A, mənbənin bir tərəfinə A deyin, bir tərəfinə B deyin. Yəni potensialına bir fi A, fi B. Yəni A bir tərəfə B deyək. Onda burada nə olur? Burada A olur. Burada A olur. Burada nə olur? A. Keçsə bilirəm sağ tərəfə gedə bilmirəm. Burada da gedə bilmirəm. Keçirəm bu yana. Bura B-dirsə, burada B-dir. Burada B-dir. Burada B. İndi bir dənə əlavə hərfə ehtiyacım var. Məsələn, burada T deyək. Onda burada T. Ekvivalent dövrən quraq. Bizdən cəryanların nisbətini verib, deyir, R neçə ohmdur? Maraqlı bir sual verir bizə. Ekvivalent dövrən quraq. A-nı, T-ni və B-ni qeyd edirəm. A ilə T arasında nə var? A ilə T arasında 1 var. A ilə T arasında başqa yoxdur. 1 ohmu qeyd edirik burada. 1 ohm. T ilə B arasında nə var yoldaşlar? T ilə B arasında 1, T ilə B arasında 2. Bunlar da qeyd edək. Özdə ikisi də eyni potensial fərqi arasındadır. Yəni, onlar paralel birləşir. Yuxarıdakının müqavimətini bilirəm. 3-dür. Bunu silək. 1 olduğu üçün qalsın. Bura 3-dür, bura E. Nə qədərdir bilmirəm. Və A ilə B arasında var. Burada. A ilə B aralığında nə var yoldaşlar burada? 12, eləmi? 12. İndi şərtdə görün bizə nə deyir? Ekvivalent dövrəni qurduq. Əla, super. 12 ohmdan nə qədər cəryan keçir?
I2 qədər keçir. Yəni buradan I2 qədər cəryan keçir. I2 qədər cəryan keçir. Əla. Bəs yaxşı, 1 ohmla nə qədər cəryan keçir? I1 qədər cəryan keçir. 1 ohm buradadır. Bax, bundan da nə qədər? I1 qədər cəryan keçir. Bu I1 cəryanı gəlir. Bu düyür nöqtəsində bundan biraz keçir, bundan biraz keçir. Heç o bizə o qədər də önəmli deyil. Buranın biraz müqamətinə diqqət eləyək. Bax, buranın müqamətinə diqqət eləyək. Buranın müqaməti nə qədərdir? Paralel birləşiblər. 3 vurulsun R bölüb. Yoldaşlar, səs gəlir. Görüntü var. Bəli, müəllim. Əla. 3 vurulsun R, üstə gəlinsin, R üstə gəlinsin 3. Buranın müqaməti bu qədər, bu dəyərdə. Bundan da cəryan keçir, dövrəni tamamlayır. İndi biz buradan R-in necə təyin edə bilərik? Bu I1 cəryanı həm də bu tam müqamət üzərindən keçir də. Yəni bu buranı bir müqamət kimi əvəz eləsək, məsələn buradan kənardan yazıram. Buranı bir dənə müqamətlə əvəz edirəm. Aşağıda da bir dənə müqamət var. Dövrəni bağlayıram. Baxın, bura 1 ohmdur. I1 cəryanı keçir. Eyni I1 cəryanı bundan da keçir. Ardıcıl birləşmədir. Buranın müqaməti nə qədərdir? 3R böl R üstəgəl 3. Buranın müqaməti nə qədərdir? 12. Buradan nə qədər cəryan keçir? I2 qədər. İndi bu cür dövrələrdə Çirxov bizə nə deyir? Çirxov deyir ki, dövrənin hansı ki qapalı bir dövrə yoxdur. O qapalı dövrənin uclarındakı işlədicilərin və yaxud da ki müqamətlərin uclarındakı gərginliklərin cəmi sıfıra bərabər olmalı. Gərginliklərin cəmi sıfıra bərabər olmalı. Bax, 12-ni 4-ə bölsək yuxarı üçün müqavimətin cəmini 3 alarıq. Oradan da o birisi tərəfi 2 taparıq. 2 də oradan I1-i, tapıb maya olardı. I1-i, Bəli. I1-in olduğu müqaviməti 3 alarıq da. Ümumi cəmi. niyə? Deyir axı o cərəyan şiddətlərinin nisbəti 4-dür. Deməli yuxarıda 4 dəfə daha çox cərəyan keçirsə, yuxarının müqaviməti 4 dəfə daha azdır da 12-dən. Aha. Hə, siz ondan istifadə edə bilərsiniz. Başa düşdüm. Onunla da yaza bilərsiniz. Elə ifadə edə bilərsiniz. Bax, burada bir dənə bu hissəni mən sizə gərginliklərin cəmi ilə deyim, gələcəkdə bundan daha çox istifadə edəcəyik. Sonra müəllimənin dediyindən də bir əlavə buradan da qeyd kimi onu da yazacağıq. Deməli, buranın gərginliyi nə qədərdir? IR. Gərginlik bu bərabər IR-dir. Birincinin gərginliyi I1 vurulsun 1 müqavimət. Bu oldu birincinin gərginliyi. Üstə gəl ikincinin gərginliyi I1 vurulsun 3R bölünsün R üstə gəlsin 3 bərabərdir aşağıdakının gərginliyinə. Yəni I2 vurulsun 12. Yuxarıda da bizə verib ki, I1 bölünsün I2 bərabərdir 4-ə. Oradan I1 bərabər 4 I2 deyil. I1 4 bərabər I1-in yerə 4 I2. Gətir qoyursunuz burada yerine. 4 I2 üstə gəl 12R bölünsün R üstə gəlinsin 3 I2 bərabərdir I2 vurulsun 12. Hər tərəfdən I2'lər getdi. Buradan rahat R-i təyin edə bilirsiniz. 4'ü keçirdiniz sağ tərəfə. 12'dən 4'ün çıxanda 12 çıx 4 8 elədi 12 R bölünsün R üstə gəl 3 bərabərdir 8. Oradan 12 R bərabərdir 8 R üstə gəlinsin. Müəllim bir dənə söz deyim. Bəs siz yuxarıda I1 yazıb I1 vurulsun. Burada 4 I2-ni hardan aldınız? Mən o hissə çatmadı. Şərtdə verib hocam. Bax, şərtdə verib ki, 1 bölü 2 4. Hə, çox üzrlü sən. Hə. Buradan da 12 R-dən 8 R-in çıxanda 4 R bərabərdir 24-ə, R bərabərdir 6. Məsələn. İndi müəllimənin dediyi də yaxşı metoddur. Gəlin siz onunla da yazaq. Bu mən burada qeyd elədim ki, bunların üst hissənin gərginliyi, aşağı hissənin gərginliyi eynidir. Buna Kirchhoff qanunu deyə bilərsiniz. Yəni bunun gərginliyi ilə bunun gərginliyinin cəmi bunun gərginliyinə bərabər olmalıdır ki, bunu əsas qaydalardan bilirsiniz. Mən də onu yazdım sadəcə. Üstü bir şey eləmədim. İndi müəllimə demək istəyir ki, yuxarıdan keçən cəryan şiddəti I1 bərabər 4 I2 deyil. Yəni aşağıdan keçən cəryan yuxarıdakından 4 dəfə azdırsa, onda bunların yuxarıdakının müqaviməti aşağıdakından 4 dəfə nədir?
4 dəfə azdır. Yəni demək istəyir ki, yuxarını gərək müəllimə siz biri də üzərinə gələcəksiniz də yəqin ki bunun. 1 üstəgəl 3R Bəli, R üstə yuxarının gedir. ümumi müqaviməti Hə, 3 hə. tapdım. Biri oradan çıxır. Bəli, bəli. Elə də yaza bilərsiniz. Biraz elə bir hesabat uzun olacaq. Bura yerləşməyəcək yəqin ki. Onunla da yəni cəryanları görürsüz 4 dəfə fərqlənir. Onda müqamətlər də 4 dəfə fərqlənməlidir. Yuxarının cəryanı 4 dəfə çox olduğu üçün yuxarının ümumi müqaməti aşağıdakından 4 dəfə az olacaq. Bundan istifadə etməklə o cür də ikinci bir variantdan da yaza bilərsiniz. Bu da oldu 8. Kimin bu suala aid mənə sual var? 8-ci suala aid. Keçək 9. Hə. 9 indi bizə belə bir sistem verir. Qəşəng bir mix sualı. Cəryanları göstərir. Deyir I1, I2, I3 bu cəryanlar verilir. Bunları deyir müqayisə edin. Cəryanları müqayisə edin. Ən gözəli bilirsiniz nədir? Ən gözəli ekvivalent dövrəni qurub sistemə baxmaq. Məsələn, mənbənin bir tərəfinə A denən, o bir tərəfinə B denən. Onda bura A-dırsa, bura da A-dır. Bura da A-dır. Yuxarı qalxıram, burada A-dır. Gedə bilirəm sağa? Gedə bilmirəm. Bura B-dir. Burada B-dir. Burada B-dir. Sola gəlirəm. Burada B-dir. Yuxarı qalxıram, burada B-dir. Hansısa bir düyün nöqtəsinə hərf qoymağa ehtiyacımız var? Kim deyər müəllimlər? Olduğu yerə də Bəli, müəllim, yuxarıya Bəli. Baba bu yuxarıdakı düyün nöqtəsinə də bir hərf deyək. Məsələn, C hərfi. Hə, İndi başqa mən hərf qoydum. necə? Hə, düyün nöqtəsinə də başqa hərf qoyduq. Bəli. Hə, bu düyün nöqtəsinə fərqli bir hərf dedik. Bura B demişik, bura A demişik, burada da C olsun. İndi baxırıq. Mənbəyin qütbləri A və B-dir. İlk mənbəyin qütblərini yazırsınız. A, B-ni buradan yazacağam. Amma ortada bir C var deyənə ardıcıl yazıram. A, C, burada olsun B. İndi A ilə C arasında nə var? R müqaməti var. A ilə C arasında başqa yoxdur. Gətirirəm, bu A ilə C arasında bir R müqaməti qoyuram. Sonra C ilə B arasında nə var? C ilə B arasında 1, C ilə B arasında 2, başqa yoxdur. C ilə B arasında 2 dənə eyni müqavimət. Hardan bildik eyni müqavimət də olar? Çünki məncə şərtdə deyil. Özdeşdirənclər, yəni eyni müqavimətə malik olan rezistorlar. Sonra bunları da qeyd edirik. R. Biri qaldı. Hansıdır? A ilə B arasında. A ilə B arasında birini gətirib qoyuruq bura. Dövrəni bağlayırıq. Bu da R. İndi I1 cəryanı hardan keçirdi? A ilə B arasındakı R-dən. Buradan keçir I1 cəryanı. Bax, buna deyirəm I1. I1. I2 cəryanı hardan keçir? C-dən B-yə, C ilə B arasında olanlardan birinə. C ilə B arasında olanlar, məsələn, bu müqavimətdən deyək ki, keçir I2 cəryanı. Görürsünüz? C-B aralığında olanların birindən keçir I2 cəryanı. I3 cəryanı hələ ki qalsın. İndi ona toxunacam ona. Yoldaşlar, bura I2-dirsə, bunun müqaviməti R, bunun da müqaviməti R-dirsə və paralel birləşdiriblərsə, buradan keçən cəryan nə olar? İki. Əla. Elə eyni olar. I2 olar. Nə cəryan keçir? Müqavimətlər, gərginliklər eynidir də. I2R, I2R. Buradan keçir I2. Onda anaqol da cəryan nə olar? 2 dənə I2. Yəni, AC hissəsi var ha, AC hissəsi. AC hissəsindən 2 I2 cəryan keçir. AC. Görürsən? AC hissəsi. Yəni buradan 2 I2 cəryan keçir. Əla. 2 I2 cəryan, indi buranda hər bir müqavimət üzərindən nə cəryan axır bilirik. İndi keçirik yuxarı. 2 I2 cəryanın I2 qədəri buradan keçir. Şərtdə özü verib. Onda neçəsi aşağı keçməlidir? Bura düyün nöqtəsinə gələn 2 I2-dirsə, bunun sağa I2 qədəri gedibsə, onda aşağı O da İki. Əla. Keçdi gəldi B nöqtəsinə. B nöqtəsində nələr cəmlənir? Bax, sağa I1, I1 sağa, I2 də düyün nöqtəsinə gəlir. Düyün nöqtəsinə gələnlər çıxışdakı cəryana bərabər olmalıdır. Onda I3 bərabərdir I1 ilə I2-nin cəminə. Onda ən böyük I3-dür.
I3 ən böyükdür. Sual. Bəs müəllim I1 ilə I2-ni necə müqayisə edək? I1 ilə I2-ni aşağıdakı dövrədən, ekvivalent dövrədən müqayisə eləməlisiniz. Necə? Yuxarının ümumi müqaməti nə qədərdir? R bölü 2 R. Yəni, yuxarının ümumi müqaməti I3 hamısından böyükdür. Bunu yazdım. Yuxarının ümumi müqaməti R bölü 2 üstəgəl R 1,5 R. Aşağının ümumi müqaməti R. Dövrəni bağladım. Paralel birləşmədir. Buradan ümumi cəmi keçən ana cəryan nə qədərdir? 2I2 qədər. Aşağıdan nə qədər keçir? I1 qədər. Bunların gərginlikləri eyni olmalıdır. Paralel birləşiblər. Gərginlik nə deməkdir? Cəryan vur müqavimət. Yuxarının cəryan vur müqaviməti nədir? 2I2 vurulsun 1,5 R bərabərdir. Aşağının cəryan vur müqaviməti nədir? I1 vurulsun R. R-lər getdi hər tərəfdən. Qaldı I1 bərabərdir 3I2. Hansı böyükdür? I1 böyükdür. Ən böyük hansıdır? I3. Oldu I3 böyükdür I1 böyükdür I2. Bu çox qəşəng bir sual videolar. Kimə qaranlıq qaldı bu və hansı hissə? Nə etdik? Ümumi nə elədik? Birinci ekvivalent dövrəni qurduq ki, sadələşdirək, onun üzərində işləmək çətindir. Bu aradakini. Sadələşdirdik. Burada gözəl bir bu formada sadə bir dövrə alın. Dedik bundan I2 qədər keçirsə, bundan da I2 qədər keçəcək, RR olduğu üçün. Onda ana qoldan 2I2 qədər cəryan keçər. Əla. Aşağıdan I1 qədər. Göstərdik bunu bu formada. Yuxarıdan 2I2, aşağıdan I1. Gərginlikləri eynidir. İR hasilləri eynidir. Oradan aldıq ki, I1 I2-dən 3 dəfə böyükdür. Əla. Bir də yuxarı baxırıq. Deyirik AC-dən 2I2 keçir. Onun I2 hissəsi sağa, I2 hissəsi aşağı gəlməlidir. Buradan da I1 qədər keçir. Bax, düyün nöqtə, B düyün nöqtəsinə baxın. B düyün nöqtəsinə yuxarıdan I2 gəlir. Sağa doğru da I1 gəlir. Bu ikisi cəmlənir, sağa doğru gedir. Yəni I3 nəyə bərabərdir? I1 ilə I2-nin cəmi. Aydındır müəllimlər. Mənə sual olan yoxdur? Aydındır müəllim, çox sağ olun. Davam eləyək. Bu 9-dur. İndi ona baxırıq. Burada da qəşəng bir ampermetr sualı var. Görək burada nə deyir? Deyir ki, şəkildəki dövrədə 6 ohm və 3 ohm dəyərindəki müqamətlər bu formada düzülür və bir V voltmetr, V gərginlikli bir mənbəyə bağlanır. Daxili müqaməti 0. Ampermetrin göstəricisi deyir 2 amper olarsa gərginlik nə qədərdir? Yoldaşlar, burada ampermetrin göstəricisi 2 amper əla. Bunu verib bizə. Amma bu dövrədə işləmək biraz çətinlik törədər də bizə. Nəyi qurmalıyıq? Ekvivalent dövrəni. Düzdürmü? Mənbənin bir tərəfinə A deyirik, bir tərəfinə B deyirik. Onda burada A-dır. Burada A-dır. Yuxarı qalxıram, burada A-dır. Sağa girə bilərəm. Bəli müəllim. Burada A deyirəm. Bura B-dirsə, burada B-dir. Burada B-dir. İdeal ampermetrin üzərindən keçəndə potensialda bir düşüşü yaranmır. Gərginlik düşüşü yaranmır. Yəni, bura B-dirsə, burada B-dir. Amma ideal ampermetr olmalı. Belə qəbul edirik ki, verilənlər hamısı ideal ampermetrlər. İndi buna bir əlavə bir hərf qoymalıyam. Nə deyək məsələn bura? C hərf. C. Mənbənin qütblərini yazırıq dərhal. A-nı qeyd edirik, B-ni qeyd edirik və C-ni. A, C, B. A ilə C arasında nə var? A ilə C arasında 6, A ilə C arasında 3, bunları qeyd edirəm paralel. Deməli, 6 və 3. C ilə B arasında nə var? C ilə B arasında bir dənədir. 6 ohm. Başqası yoxdur məncə. Bir dənədir 6 ohm. 6. Bir də A ilə B arasında var. 6 ohm. Burada da 6 ohm. Əla. Burada 6. İndi keçək nəyə? Cəryan harda 2 amperdir? Ampermetrdə. Yəni aşağı doğru buradan 2 amper cəryan keçir. Hardan gəlib bu ampermetrdən keçir? 6 ohm üzərindən, düzdürmü? Yəni bu bir dənə xəttdir də, bax. Bu bir xəttdir də. Yəni bu 6 amper üzərindən neçə cəryan keçir? 2 amper cəryan keçir. Bu xəttin üzərində 2 amper cəryan var. Ampermetr onu ölçür. Deyirəm ki, bax C-B arasındakı 6 ohm yoxdur. Bundan yuxarıdakı şərtə əsasən 2 amper cəryan keçir. Yaxşı.
Bundan 2 amper cəryan keçirsə, buranın ana qolundan 2 amper cəryan keçirsə, aşağıdan nə qədər cəryan keçir? Aşağıdan nə qədər cəryan keçir? Nədir? AB hissəsində nə qədər cəryan keçir? Sadədir də. Onu necə yazarıq? Yuxarının müqaməti nə qədərdir? Bax, buranın müqaməti nədir? 6 vur 3 böl 9. Elədir? 2 ohm. 2 amper. 2 ohm. Hə, üzr istəyirəm. 2 2 ohm. ohm. 2 ohm. 2 ilə də 6-nı cəmlə. Bura eləyir 8. 8 ohm. 8 ohm. Nə qədər cəryan keçir? 2 amper cəryan keçir. Aşağıda da 6. Nə qədər cəryan keçir? Bilmirəm. Buradan da i cəryan keçir. Məsələn deyək. Gərginliklər bərabərdirsə, müqavimət vurulsun cəryan hasilləri IR bərabərdir I1 R1 bərabərdir I2 R2. Paralel birləşməkdə. Yəni 8 vurulsun 2 bərabərdir 6 vurulsun I. Onda I-ni tapırsan nə qədər eləyir? 8 böl 3 amper. Deməli, AB hissəsindən 8 böl AB hissəsi var ha. Bax, bura AB hissəsi daxı. Buradan nə qədər cəryan keçir? 8 bölü 3 amper cəryan keçir. Buradan AB hissəsindən keçən odur. Keçirəm şəkilə. Şəkildə AB-dən keçən cəryan I bərabərdir 8 bölü 3-dür. Onda AB-dəki gərginlik nədir? Bu AB-dəki gərginlik nədir? Cəryan vur müqavimət. Yəni I vur R. Yəni 8 bölü 3 vur 6. Neçə eləyir bu yoldaşlar? 2, 10, 6 volt. İndi bizdən biz deyə bilərsək, müəllim, mənbənin gərginliyini soruşurdu axı. Axı mənbənin gərginliyidir V. Deyə bilərik ki, elə mənbənin gərginliyi də A açıq B deyilmi? Yəni potensial fərqi fi açıq fi B deyilmi? Buranın da gərginliyi nədir? Fi açıq fi B. Deməli, elə bu tapdığımız UAB mənbənin gərginliyi də 16 volt. Fərqi keçməyək. Elə o ona bərabər 16 volt. Cavab C. Bu da qəşəng sual idi. Nisbətən çaşdırıcı ola bilər. Görürsünüz, ekvivalent sxemi quranda nə qədər sadələşir. Yəni, onun üzərində işləmək çox rahatlaşır. Kimin sualı var bu 10-cuya aid mənə? Getdik növbəti 11. Daxili müqaməti nəzərə alınmayan ümumi toplam dirənci bax, ümumi müqaməti 9 ohm olan, cəm bax K-dan N-ə qədər bunun ümumi müqaməti 9-dur. 9 ohm olan K-in reostatı, bu bir reostatdır. K-in reostatı və 9 ohm dəyərindəki sabit müqavimət, yəni aşağıdakı sürət bundan gedir, şəkildəki kimi bağlanır. Bir reostat, bir müqavimət bu formada bağlanır. Bu formada bağlanır. Sual verir. Sürgü elde olarkən ampermetr 10 amper göstərir. Düzdürmü? Biz doğruları axtarırıq. Elde olanda deyir ampermetr. Baxaq, müsbətdən cəryan çıxır. Müsbətdən cəryan çıxır. Bir hissəsi buradan keçir, bundan işim yoxdur. Bir hissəsi də gəlir, buradan keçir, gedir. Bax, belə gəlir, reostatın sürgü qolu. Buradan bu tərəfə baxıram. Yəni, bu hissəyə baxıram. Neçə yerə bölünmüş hissəsi, yoldaşlar? Bu cəmi ümumi müqavimət 9-dursa, bunun hər birinə nə düşür? 3 ohm, 3 ohm, 3 ohm. İndi deyin görüm, hazırda aktiv hissəsinin müqaviməti nə qədərdir bunun? 6 ohm. Super. 6 ohm. İndi dövrə, birinci üçün dövrə bilirsiniz necədir? Birinci üçün dövrə belə. Görün, bunu buradan yaza biləcəm. Birinci üçün dövrə belədir. Yuxarıda var bir dənə 6 ohmluq. Birinci üçün yazır. Aşağıda var sabit 9 ohmluq. Və dövrə bağlanıb mənbəyə. Mənbənin də gərginliyi bəllidir. Yəni, bunu yaza bilmərik. Yaza bilərik. Necə olar birincidə? 6, 9 ümumi müqaviməti nədir buranın? Ümumi müqavimət ümumi bərabərdir 6 vur 9 böl 15-ə. Onların cəmi də. 3-ə geçsə, yuxarıda 3, aşağıda 5 qalır. 18 böl 5. Bu mənim ümumi müqavimətimdir. Yaxşı, gərginliyim də var. Onda nə edərəm? Cəryanı necə taparam? Birincisi I1 bərabərdir U böl R. Gərginlik 36, müqavimət də bu. 18 böl 5.
18-i 36-nı 18-ə böləndə 2, 5-ə vuranda 10 amper. Ödədi? Bəli, ödədi. Birinci düzdür. Birinciyə bir müsbət qoydu. Birinci düzdür. Kimə aydın olmadı yoldaşlar bu? İkinciyə keçməmiş deyil. Aydın oldu müəllim. İkinci, sürgü emə alınarsa ampermetrin göstəricisi 16 olar. Sürgü qolunu deyir sağa sürüşdürürəm, gətirəm emə. İndi buranın aktiv uzunluğu nə olacaq? Daha doğrusu aktiv müqaməti nə qədər olacaq? 1 hissə 3 var. 10. Düzdürmü? Bəli. Tamam. Buradan keçib gedəcək. Sadəcə 3 qalacaq burada. Onda dövrə belə olacaq. İkinci üçün dövrə olacaq bu formada. Rəngi dəyişək. Daha səliqəli PDF oxuyasınız deyənə. Bu səfər olacaq bura 3. Bu 9 olduğu kimi qalır. Bağlanacaq mənbəyə. Hə, indi nə yazacağam? İndi də yazacağam ki, buranın ümumi müqaməti nə qədərdir? 3 vur 9 3 böl 12. Bərabərdir 9 böl 4, hə? Yoxsa yox, 9, bəli, 9 böl 4. İndi cəryan nəyə bərabərdir ikinci halda? U böl R. Gərginliyimiz zaten sabitdir və o 36-dır. Şərtdədir də elə. Baxaq. 36 voltdur, sabitdir. Və siz bunu aldığınız müqamətə 9 böl 4-ə bölürsünüz. 36-nı 9-a böləndə 4, 16. 16 amper. Bu da düzdürmü? Deyir 16 amper Bəli. göstərər. Bəli, bu da düz. Buna da müsbət. Sürgü eldən emə alınarkən 9 ohmluq müqavimətdən keçən cəryan dəyişməz. Hə, burada indi buna diqqətlə bax. Söhbət bundan gedir. Sürgü qolunu deyir, hara aparsan apar, buradan keçən deyir, cəryan dəyişməz. Cəryan nədir? U böl R. Bunun uclarındakı gərginlik elə mənbəyin gərginliyi deyilmi? Niyə? Çünki bura F1 deyirəmsə, bura F2 deyirəmsə, mənbəyin gərginliyi F1 çıx F2-dir, o da 36 sabitdir. Onda bura da F1-dir, bura da F1-dir, bura F2-dirsə, bura da F2-dir, bura da F2-dir. Bu F1 çıx F2 sabit 36-dırsa, onda bunun da gərginliyi, bax bu 9 ohmun sağ və sol tərəfindəki potensial fərqi, yəni gərginliyi sabitdir 36-dır. Yəni sabitdir bu gərginlik. Hə bu yazıq axı o 36 bunun müqaməti də sabitdir axı. Buradan elə 4 amper cəryan keçir və daima eynidir. İstəyirsən bunu sağa sürüşdür, sola sürüşdür, fərq eləməz. Bu qoldan keçən cəryan dəyişməyəcək. Sabit qalacaq. Bizə nə deyirdi? Sürgü eldən emə alınanda 9 ohm üzərindən keçən müqavimət dəyişməz. Üzr istəyirəm, cəryan dəyişməz, akım dəyişməz. Düzdürmü? Düzdür. Buna da plus qoydum. Hamısı düzdür. Doğru cavabımız E variantı. Bu maraqlı bir analiz idi. Kimin sualı var mənə yoldaşlar? Ee, 13-cü suala baxırıq. 13-cü sualda diqqətli olun. Qəşəng sualdır, maraqlı sualdır. Burada artıq 2 dənə ampermetr verir bizə. Bizə 2 ampermetr verir. Deyir ki, bu ampermetrlərdən keçən cəryanların nisbətini təyin elə. I1 bölü I2 nisbətini təyin elə. Gəl aşağını silək, artıq şərti bilirik. I1 bölü I2-ni axtarırıq. Buranı silək, buradan yazaq. Və şərt üçün bilinsin deyə yazıram bura. I1 bölü I2 bərabərdir sual. Müəllimlər, neyinirik? Belə dövrələrdə ilk nə iş görürük? Sadələşdirək müəllim. Sadələşdirək. Sadələşdirək. Mənbənin bir tərəfinə A deyək, bir tərəfinə B deyək. Onda burada A-dır, burada A-dır. Yuxarı qalxıram. Ampermetrdən keçəndə potensial dəyişir? Dəyişmir. Burada A-dır, burada A-dır. Keçirəm bura. Bura B-dirsə, burada B-dir, onda burada B-dir. Başqa bir nöqtə var ki, üçlü birləşmə düyün nöqtəsidir. Üçlü birləşmə. Haradır o? A2 ampermetrin sağı. Hakim. Bəli. Bax bura. Bura nə deyək? Nə hərfi deyək? C hərfi. Gəlin Müəllim, görək. orada düyün olduğu üçünmü paralel birləşir, elə deyilmi? Məsələn, Necə? orada A ilə C ilə B arasındakı
müqavimətlər var ha. Onlar paraleldir də. O düyün olduğu üçün paralel qoşulur da. Bura düyün bəli, bura düyün nöqtəsidir. Üçlü birləşmədir. Soldan sağdan bu tərəfdən. Məsələn, 2 onluqla 3 on bir-birinə paraleldir. O düyüm olduğuna görə paralel qoşulur. Paralel Onu olduğunu demək. tam deyə bilmərik. Bunun üçün deyə bilərik. Bax, bu da yox, buradan deyə bilmərik. Bunun paralelliyin buradan. Orada ardıcıldır. Hə, bax, A ilə C Burada arasında ardıcıldır. 7 ilə 4 ardıcıldır. bu dəqiq Amma 3 ilə 2 3 ilə 2 paralel ardıcıl deyil. deyil. 3 ilə 2 Paralel paralel deyil. deyil. Bax, A ilə C, C ilə B. Bunlar fərqli-fərqli potensialdır. Gəlin yazaq. A-nı yazdıq, C-ni yazdıq, B-ni yazdıq. A ilə C Müəllim, orada arasında. A ilə C-nin 1 ilə 2 bir-birinə paralel olur, hə? Hə, bəli, eyni potensialda olanlar. Bax, bu da A Aha, ilə C-dir, bu da A ilə C-dir. Yo, müəllimə sadəcə dedi ki, A ilə C, C ilə B-yə ardıcıl deyil, hə? Düz deyil, da, ardıcıl deyil. hə, bildim. A ilə C arasında var 1 ohm, var 2 ohm. Başqası varsa deyil mənə. Yoxdur məncə. Bu, bir də bura. Yazıram. Yuxarıdan yazıram 1 ohm, aşağıdan keçsin 2. Bura 1 ohmdur. 1 ohmdan keçən cəriyana deyiblər I2. I2 bura qoşulub da 1-ə. Buradan keçən cəryan olsun I2. Aşağıda 2 ohmdur. Burada 2-dir. Buradan xüsusi bir şey keçdiyini bilmirik və davam edirik. C-dən B-yə. Bax, C ilə B arasında bu var. Başqası var, C ilə B. Yoxdur məncə. Bunu da qeyd elədik. C ilə B arasında 3 ohm. Sonra bunlar getdi, bu getdi, bu getdi. Qaldı 7 ilə 4 öz aralarında ardıcıldır. 7 ilə 4 neçə eləyir? 11. Bax, 11. öz aralarında ardıcıl və A ilə B arasındadılar. A ilə B arasındadılar. Buna da 11 deyirəm. Kimə nə qaranlıq qalır? Dərhal desin ki, sonra üstündən ötüb keçməyək. Burada 11. 7 ilə 4 ardıcıl. Əla. İndi dövrənin ekvivalentini qurduq. Müqamətlərimiz var burada. Birinci, 2 ohmluq, 3 ohmluq və 11 ohmluq müqamətlərimiz. İndi diqqətlə izləyirəm. Yoldaşlar, kim deyər? 1 ohmluq müqamətdən I2 cəryanı keçirsə, müqaməti 2 dəfə artıranda paralel qoşulurlar, gərginlik sabit. Gərginlik eynidir. Müqaməti 2 dəfə artıranda cəryan 2 dəfə neyniyəcək? Buradan keçəcək. Azalacaq. Azalacaq, tərs mütənasib. Əla. Oldu I2 böl 2. İndi deyin görün, buradan I2 gəlir, buradan I2 böl 2 gəlir. Bu yazıqdan nə qədər cəryan keçir? 3'te 2. 1 üstə gəlsin, hə. 1 onda 5 dəfə 1 olacaq. üstə gəlirsin, 1 2 də 1. Hə. 2 də 1, o da elə 1,5. Bəli, bu qədər cəryan keçir. Əla, bunu da bildik. Bunu da bildik. Sonra indi aşağıdakı 11 amperdən nə qədər, 11 ohmluqdan nə qədər cəryan keçir? Bunu da bilsən, buranı rahat tapacaqsan. Hansı məntiqlə indi görəcəyik. Hər bir müqamət üzərindən nə qədər cəryan keçir? Onları bilməyiniz çox faydalıdır ki, burada rahat işləyək burada. İndi gəlin baxaq. Aşağıdan nə qədər cəryan keçir? Aşağıdan nə qədər cəryan keçirir? Bunu biraz daha gözəlləşdirərəm. Yuxarının ümumi müqaməti nə qədərdir, yoldaşlar? 1 ilə 2-nin müqaməti nədir? Bax, buranın müqaməti nədir? 3də 2. Bu 2, bəli. 3də 2. Bu qabaqda da bir dənə 3 var. Onda buranın müqaməti nə olur? Bura 11 olaraq qalır. Buranın müqaməti nə olur? Keçən cəryan 3i2 bölünsün 2-dir. Ana qoldan keçən, buradan keçən cəryan 3i2 bölü 2-dir. Amma buranın müqaməti nə olur? 3də 2 ilə 3-ü cəmlə. 3də 9, 3'te 11. 5. 11 böl 3. Yoxsa yox. 3də 2, üstə gəl 3. Yəni 3də 2. Hə, 11 bölü 3 müəllim, düzdür. 11 böl 3. Bəli, 11 böl 3. Vəssalam. İndi sual yaranır. 11 böl 3-dən 3i2 böl 2 qədər. İstəyirsiniz Çexovla şeylə yazın, gərginliklərlə yazın. İstəyirsiniz rahatdır da əslində bu. 11 böl 3-dən 11-ə keçəndə müqavimət 3 dəfə artıb. Onda cəryan 3 dəfə nə etməlidir? Azalmalıdır. i2 bölünsün 2 olmalı. Buranı hamı başa düşdü? Bax, yuxarının müqaviməti 11 böl 3. Bunu bildiniz, bu heç. Rahatdır. 3 böl 2-dən 3-ü cəmlədir. Nə qədər cəryan keçir? Bu qədər. Aşağının müqaviməti 11. Hə, okey, bunu bildik. 4 ilə 7 idi, 11-i yazmışdıq. İndi 11 böl 3-dən 11-ə gələndə müqavimət necə dəyişir? 3 dəfə artır. Bəs onda cəryan 3 dəfə nə etməlidir? Azalmalı.
3 i2 böl 2. 3 dəfə azalanda nə olur? i2 böl 2 olur. Hamısını bildik mi? Bildik ki, bundan nə qədər cəryan keçir? i2 bölünsün 3 cəryan. i2 bölünsün 2 cəryan keçir. Gətirib yuxarıda baxıram. Diqqətlə baxın bir dənə. Bu ikisindən, yəni sağa doğru i2 bölünsün 2 cəryanı gedir. AC aralığındakı 2 ohm var ha. Bax bu 2 ohm. AC aralığındakı 2. Bundan da i2 böl. Aşağı doğru i2 böl 2 cəryan keçir. Bu düyün nöqtəsində bu qola A nöqtəsinə gələn nəymiş ki, bu i2 böl 2'si buradan getdi, i2 böl 2'si aşağı gəldi. Bu nəymiş? Onların cəmi. Yəni i2 qədər. Yəni bu da hardan gəlir keçir? A1 ampermetrindən. Deməli A1 ampermetrin göstərişi i2, A2 ampermetrin göstərişi zaten buna i2 demişik. Hər ikisinin göstərişi eyni olduğu üçün deyirsən i1 də bərabərdir i2-yə. Nəticə itibarilə i1 bölünsün i2 bərabərdir 1-ə. Görün nə qədər gözəl belə elit bir məsələdir. Kimə nə qaranlıq qaldı? Deyin baxaq. Müəllim, orada 3-də 11-i 3 böl 2-yə vurduq. Aşağıda da bərabər oldu deyənə i1 2-yə bərabər oldu da. Bax buranı bir də deyim, bir də qulaq asın. Buranı görürsünüz müəllimə. Bu, bir də bu. Bunu Bəli, bəli. bildiniz daha 11 bölü 3 hardan aldıq. Müqaviməti. Hə, ora qədər çatdı, bura qədər Hə. çatdı. Bunlar hamısı bildim. İndi mən deyirəm ki, 11 böl 3 müqavimətindən 11-ə düşəndə müqavimət neçə dəfə artıb? Hə, əvvəl 3 böl 2 idi, oldu i böl 2. 3 dəfə azaldı. Hocam müqavimət. Müqavimət, 11 böl hə, 3 idi, 11 böl 3 idi. Oldu 11. Neçə dəfə artdı? 3 dəfə. 3 dəfə, hə. Müqavimət 3 dəfə artdısa, cəryan da 3 dəfə nə etməlidir? 3 dəfə artsa 3 dəfə azalmalıdır. Ayso, bax buradakı cəryan 3 i2 böl 2-dirsə, 3 dəfə azalanda i2 böl 2 olmalı deyil. Aha, hə, bildim. Vəssalam, bundan keçən oldu. Sonra indi əsas dövrəyə baxıram. Buradan o tərəfi önəmlidir. Aha. Çünki A1 ampermetr elə yerdədir ki, burada onu göstərə bilmirəm. İndi deyirsiniz ki, bax fikir ver, 7 və 4, ikisi 11 də. Bundan nə keçir? i2 böl 2. Deyirsiniz bu ikisindən i2 böl 2 keçir. Aha. AC arasındakı 2 ohm var. AC arasındakı 2 ohm. Bundan nə qədər keçir? i2 böl 2 aşağı. Bu düyün nöqtəsində sağa i2 böl 2, aşağı i2 böl 2. Əsas qola gələn nəymiş? Bu ikisinin cəmi. Bir dənə i2. Aha, bildim. O qolda da A1 ampermetr yerləşir deyənə onun göstərişi ilə i2-dir. Göstərişləri bir-birinə bərabər olduğu üçün nisbət 1. Bildim müəllim, bildim. Bu biraz o belə çox yaxşı başa düşdüm. Bu biraz mənə qarmaqarışıq gəldi. Ona görə sual verdim. Hə, davam eləyək. 13. Bu rahatdır artıq. Yuxarıdakılara baxanda, məsələn 12-yə baxanda bu rahatdır. Nə deyir burada? Deyir ki, K il aralığında ampermetr hansı dəyəri göstərər? Yox, üzr istəyirəm. Başqa şey deyir. Şəkildəki dövrədə ampermetr i dəyərini göstərir. Hazırda ampermetr i dəyərini göstərir. Açar açıqdır. K və L açarlarını birlikdə bağlasaq, yəni buranı da bağlasaq, buranı da bağlasaq. Onda ampermetrin göstərişi nə olar? Əvvəl ampermetrin göstərişi i cəryanı idi. Bağlayandan sonra ampermetrin göstərişi nə olar? Birincisi, açar açıq olanda. Açar açıqdır. Açar açıq olanda ampermetrin göstərişinə gəlin baxaq. Çox sadə. Açar açıqdırsa, bunlar dövrədən çıxır. Bir dənə onu sizin üçün göstəreyim. Bax. Rahat başa düşəsiniz deyənə. Buranı silirəm. Kim nəyə başa düşməsə desin. Açar açıqdır da. Bu nəyə lazımdır? Buranı silirəm. Sonra buranı da silirəm. Burada açar açıqdır. Elləri falan buradan sildik. K'ları sildik. Dövrə oldu belə. Bunlar bir-birinə nə cürdür yoldaşlar? Ardıcıl. Ardıcıl. İndi birinci üçün görün necə rahat şəkildə nə yazacağıq? Baxın. Rahat şəkildə yazacağıq ki, mənbənin gərginliyi sabitdir. U bərabərdir konstant. Bundan işim yoxdur. Deyirəm ki, birinci halda U bərabərdir IR. Keçən cəryana I deyiblər. R-imizdəki R. Ümumi müqavimətimiz elədi nə? I vurulsun 3R. Əvvəl gərginlik belə idi. Açar bağlanır. Açar bağlandı. Açar bağlananda gərginlik eynidir, mənbəyin gərginliyi. Ümumi müqavimətə baxıram.
Açarın açıq olan variantı kimə qaranlıq qaldı? Əla. İndi açarı bağladım. Bağlayanda bu tərəfə denən A, bu tərəfə denən B. Onda burada A-dır. Ampermetrdən keçəndə gərginlik düşüşü, potensialda bir düşüş yaranır. Dəyişim olur? Olmur. Bura A-dırsa, burada A olur. Onda burada A-dır. Bax, boş naqildir, bax. Bu səfər açar bağlıdaq, boş naqil. Bura nədir? Burada A-dır. Gedə bilirəm harasa? Yox. Bura B-dir, burada B-dir. Burada B-dir, burada B-dir. Yuxarı çıxıram, düzdür? Burada olur B. İndi deyin görüm, R nə ara, hansı nöqtələr arasındadır? A, B. Bu R hansı nöqtələr arasındadır? A, B. Bəs bu R hansı nöqtələr arasındadır? A, B. Hamısı A, B arasındadırsa bunlar nə cür birləşib? Paralel. Paralel. Buradan keçən cəryanı bilmirəm artıq. Açar bağlı olanda cəryan nə qədər bilmirəm. İx, X burada məhsul mənasındadır. Vur, R ümumi müqavimət. Yəni İx vur, ümumi müqavimətimiz paralel birləşəndə R bölü 3 olmur. Olur. Deməli, hər biri U-dursa, bu U-lar bir-birinə bərabərdir. 3Ir bərabərdir. X vurulsun R bölü 3. R-lər hər tərəfdən getdi. 3i bərabərdir. X bölü 3. X bərabərdir 9i. Yəni divayət. Kimə qaranlıq qaldı yoldaşlar? Əlasız. Getdik 14-ə. On dörddə nə deyir? 6R və 3R'lik müqavimətlər şəkildəki kimi bağlanıb. Lap əla. Dövrə hissəsində şəkildəki kimi I1 və I2 cəryanları keçdiyinə görə bu cəryanların nisbəti nəyə bərabərdir? I1 bölü I2 nəyə bərabərdir? Burası şərt aydındır da. Yəni buradan keçən cəryan nisbəti nəyə bərabərdir? Ona görə buranı silirəm. Nə istəyirlər bizdən bilirik. Biz də buranı silirik rahat şəkildə. Burada qeyd edirəm ki, I1 böl I2 nisbətini soruşur. Deməli, yoldaşlar, hərfləmə metodundan istifadə edək. Bu mənbəyə K deyək. Burada L deyək. Düzdür? Bura K-dırsa, burada K-dır. Yuxarı qalxıram, burada K-dır. Sağa gedirəm, burada K-dır. Düşürəm aşağı, burada K-dır. Hə, indi bura L-dirsə, burada L-dir. Burada L-dir. Sola gedirəm, burada L-dir. Bura çıxıram, burada L-dir. İndi deyin görün, bu 6R nə aralıqdadır? KL. 3R nə aralıqdadır? KL. Bəs yaxşı, bu birisi 3R hardadır? KL. Deməli, bunların üçü də bir-birinə nə cür birləşib? Ortada. Yox, eyni potensial arasında yerləşən Paralel. Ha, paralel. birləşdirdik. Deməli, bu 6R olsun, bu 3R olsun, bu da 3R olsun. Aha. Bu bizim müqavimətlərimiz. Düzdür bunu bu formada. İndi yoldaşlar, gəlin belə bir iş görək. Deyək ki, bunu niyə belə eləməliyəm? Çünki I1, I2 deyil. I1 ilə I2-nin nisbətini necə təyin edə bilərəm ki, başqa cür? Bilməliyəm ki, bunlardan nə cəryanlar keçir də. Yaxşı, 3R-dən atıram, I cəryanı keçirsə, bu 3R-dən nə cəryan keçər? Buradan nə cəryan keçər? Paralel birləşiblər. Buradan I keçibsə, buradan da I cəryanı. Yaxşı, 3R-dən 6R keçəndə müqavimət neçə dəfə artdı? 2 dəfə. 2 dəfə. Cəryan neçə dəfə necə 2 dəyişməli? dəfə azalacaq. Azalacaq. Ona görə də mən bunları kəsrlərlə işləməyək deyənə, gəlin mən bunları 2 eləyim. Nə fərq var ki? Buradan 2 cəryan keçirsə, buradan da 2 keçir. İndi 2 dəfə azaldığı üçün buradan nə qədər? I cəryan. İndi gəlin bunu əsas dövrəyə fokuslandıraq. Amma bir şeyə diqqət edin. Burada bir dənə cüzi, bir dənə qəşəng bir detal var. Onu kimsə görür dövrədə. 3R hər ikisinə aiddir də elə. Bax, hansı 3R? Ortadakı Ortadakı. 3R. Bax, ortadakı 3R L K-ya birləşib, o birisilər K ilə birləşib, düzdür? Aha. İndi baxın. Ona görə də gəlin belə bir iş görək. 6R-dən nə qədər cəryan keçir buradan? İ.
İ-də cəryan keçir. Bu düyün nöqtəsinə gəlir, düzdür? Bura. Ortadakı 3 yerdən 2 cəryan gəlir. Onu belə eləyə bilmərəm. K-dan elə. Yəni nə istiqamət var? Ona diqqət edin ha. Hansı istiqamətdə? K-dan elə. Nə qədər? 2 cəryanı. 2. İndi bu düyün nöqtəsinə buradan 2i gəlir, buradan i gəlir. Burada birləşir nə qədər cəryan keçir? 3i. Supersiz. Oldu i2 bərabərdir 3i. Bununla işimiz yoxdur. i2-ni tapdıq. İndi keçirəm i1-ə. i1 də gəlir burada, düzdür? Aha. i1 Bəli. bura gəlir də. Bu i1-dir də. i1. 3 yerdən nə qədər keçir? Aşağıda 2i. 2. Sağa 2i. K-dan elə də. Bu da necə K-dan elə get. Bu da K-dan elə 2. İndi baxın. Düyün nöqtəsi K-dır. Yuxarıdan gəlir cəryan i1. Sağa gedir 2i. Sola gedir 2i. Bu yazıq nə qədərdir? 4-i. 4i. Vəssalam. Deməli, i1-imiz oldu 4i. i2-miz İ2-miz oldu 3i. 2, 3i. Üzr istəyirəm. 3i. Bunların nisbəti nə eləyir? i1 bölünsün i2 4 bərabərdir 4 bölü 3. 4/3. Vəssalam. Qəşəng məsələ idi bu məsələ. Bəli. Müəllim izah eləyəndə qəşəng məsələdir. Özümüzə qalanda çətin Bax, olur. bu hissəyə baxdıq. Bu hissəyə. Bu hissəyə baxdıq, bunu buradan yazdıq bura. Ona görə göstərirəm, bax, biləsiniz ki, bu nədir? Təqdirəm sən göstərirəm, hamısı qırmızı oldu, qarışığımız. Bax, bura, söhbət bundan gedir. Bu K, bura. Hə, kimin sualı var əlavə? K-dan gedən cərəyan var. Yanındakı 6 yerdən niyə keçir ki? Yuxarıdan bütöv keçməli deyildi. Yox. O qolda da müqamət var axı. Aşağıki qolda da müqamət var, orada da müqamət var. Mən bildim siz nə demək istəyirsiniz. Demək istəyirsiniz, yəni bir cərəyan gəlirsə, bu naqil boşdursa, burada müqamət varsa, bu niyə buradan gəlib buradan keçib getməli? Bu ayrıca bir qol şəklində olsa, hə, potensialı eyni olan nöqtələr üçün hə. Burada potensialı eyni olan nöqtələr üçün bu K, bura L, bura təzədən K, bura L. Bundan bu eyni deyil. Gəlin buradan silək. Bu oldu 14. Kimin əlavə sualı olsa desin. 15. 15 ampermetr buradadır. Gəlin belə eləyək. Mən sizə 2 dəqiqə vaxt verirəm. Bunu yanınızda dəftər qələm varsa yazın. Bayaqdan bundan yazırıq belə tip məsələləri. İndi görün bunu nə cür yazacaqsınız. 3 dəqiqə vaxt verirəm. Bunu yazın baxın. 3 dəqiqə sonra səs açacağam. İlk növbədə nə edirsiniz yoldaşlar? Dövrəni sədləşdiririk. Əla. Əla.
Müəllim, Y variantı. Deməli 15-ci sual. Bir dəqiqə görüm 15 dənədir. Yox, Y deyil o zaman. O zaman Y deyil. Biraz diqqətli olun. Bir dəqiqə yekunlaşdırın. 6-dır müəllim cavab. İki dəfə ondan çox. Ola bilsin hardasa cüzi xəta eləmisiniz. Müəllim, burada ümumi ampermetr soruşurdu, elə deyilmi? Yox, ampermetr görün hardadır? Amper göstərdiyi dəyər kaç amperdir? Hə. Bu ampermetr soruşur bizdən. Hə, izah edeyim yoldaşlar. Başlayaq yavaş-yavaş. Deməli, baxın diqqətlə 15-ci suala. 15-də bizə nə deyir? Bayaqdan artıq bilirik ki, bu tip məsələlərdə ilk nə etməliyik? Mənbənin ekvivalent, daha doğrusu dövrənin ekvivalent bir dövrəsini qurmalıyıq. Bura A deyirəm, bura B deyirəm. Bura A-dırsa, bura da A-dır. Burada A-dır. Səsləri bağlı saxlayın müəllimlər, xışıltı gəlir. Burada A-dır. Ampermetrin üzərindən keçəndə bir potensialda düşüşü, gərginlik düşüşü yaranır? Xeyr. Bura A-dırsa, bura da A-dır. Onda bura B-dir. Bura da B-dir. Burada deyirsiniz B. Burada deyirsiniz B. Sonra burada bir düyün nöqtəsi var. Bura nə hərfi deyək? C hərfi. C deyək. İndi onun ekvivalent dövrəsini quraq. Nəyi soruşur? Ampermetrin göstəricini soruşur deyənə yoldaşlar. Da bilirik deyənə ampermetrin göstərici soruşduğunu buranı silirəm. Şərt bizə lazım deyil. Şərtli olan hissəsində atacam sizə. Aha. Deməli, nə edirik? A-nı yazırıq, C-ni yazırıq və B-ni yazırıq. A ilə C arasında yerləşir. Bir dənə də burada. 4, 4 paralel. 1, 2, 4, 4 paralel. Bu oldu 4, bu da oldu 4. C ilə B arasında nə yerləşir müəllimlər? C ilə B. 4. 4'üm. 4, başqası yoxdur. Bunu da yazdıq. 4. C ilə B A arasında. ilə B arasında da 4. Nə ilə? A ilə B arasında da 4. Bunu da yazdıq. Bəli. A ilə B arasında 4. İndi bir baxmalıyıq da cəryanlardan, müqavimətlər üzərində nə cəryan keçir? Onun əsasında ampermetri yuxarıcı dövrədən tapacağıq. Düzdürmü? Diqqət edirik ona. Bu müqavimətlərimizdir. Yoldaşlar, ümumi gərginlik də 36 voltdur. Deyirəm ki, bu dövrənin 4-4-dən bura olmalıdır müqavimət 2. Burada 4 var. 2 ilə də 4, 6. 6 ilə də 4 paralel. 6 ilə də 4. 20. 2,4 Bura olacaq. edir R ümumi bərabərdir. 6 vur 4 böl 10. 10. 2,4. Elə belə də qalsın. 6 və 4-ün 24 edir. 24 böl 10, onu da 12 böl 5 yazıram. Çünki 36 ilə ixtisar edəcək. İndi ümumi cəryan nəyə bərabərdir? Ümumi gərginlik böl ümumi müqavimət. Ümumi gərginlik 36, ümumi müqavimət 12 böl 5. Eləyir 3, 5-ə vuranda 15. Bu mənim ümumi cəryanımdır, 15 amper. Ümumi cəryanım nə qədər? 15 amper. İndi bu 6 ilə 4-də necə paylanır? Bax, bura 15 amper gəlir də. Rəngi dəyişək, qırmızı eləyək. Baxın, bura ümumi neçə amper gəlir? 15 amper gəlir. 15 amper. 6 ilə 4-də necə bölünür? Ben yazmıştım ona 6x üzeri 4x beraberdir 15. Elə də yaza bilərsiniz. Daha rahat. Yəni 24-də çatması üçün, 6 24-də çatması üçün və 4 24-də çatması üçün nə olmalı? Buradan 6 neçə? 4-ə vurulmalı. Orada 4 geçirir burada. Yok 6 4. ixtisar 24. etdiyimiz 2-yə nisbətdə bölsək daha rahat deyilmi? 9 6 ödəyir. Buradan 9 amper keçir. Buradan 6 amper. Aha ben de öyle tapmışım. 6 dəfə 6-ın 36, 9 dəfə 4-ün 36. Gərginliklər eyni oldu. Vəsiyo. Deməli 6 9 cəryanlar keçdi. Bunu kim başa düşmədi desin. Aydındır müəllim. Əla. Bunu böldük cəryan. İndi baxıram. 4 amperdən nə qədər cəryan keçir? 9 amper. Burada işləyək, sonra aparaq var.
Sonra 6 əsas qoldan nə qədər cəryan keçir? 6 amper. 6 Bundan amper. 6. Onda bunlardan neçə keçir? 4-4-dən 3 neçə? 3. 3 amper, 3 amper. Görün nə qədər sadələşdi. Gətirirsiniz bura. Bax, bu 4-lərin hər birindən 3 keçir. Bura 3 amper, bu da aşağı 3 amper. Düyün nöqtəsinə gəlir. Sonra bu AB-dəki 4-dən 9 keçir. Yəni sağa 9 amper. Bu düyün nöqtəsindən nə imiş bu ampermetrdən keçən? Nə imiş ki 3-9 kimi gedib? 12 amper. Bəs sağa. Hə, müəllim, mən 6 amper yazıb Bir amper. yazmışam. İndi aparıb o dövrəyə qoymamışdım. Bəli, bura gətirib qoymalısınız. 9 Hə. ilə 3-ü 3-ə ayrılır. 9 ilə 3-ə ayrılır. Deməli əsası özü nə imiş? 12. Hə, bildim. Deməli yuxarı mütləq qoyulmalıdır. Bəli. Bəli, mən orada 12-ni alıb təzədən 6-ya vurmuşam. Ona görə ümumi bilmişəm də. Yəni 12-ni Hə, bəli. tapmışam, təzədən 6-ya Cəryan vurdum ümumi mən. götürmüş. Ampermetr burada. Bu hissədə qoşulub. Ona diqqət edin. Belə, davam eləyək. Əsas odur, hamıya aydın oldu da. Kimin sualı var mənə? Müəllim, burada bayaq siz demişdiniz o Çexov qanunu. Mən o cür getdim, yəni burada onu tətbiq eləmək olardı. Hansı hissədə? İyini Aşağıda. Bəli. Bu ekvivalent Belə deyim də, dövrələrdə deyirsiniz, yoxsa birbaşa burada? deyim də o 4-10, 4-10 var ha yuxarıda. Hə. O aşağı hissədə belə deyim, orada tətbiq elədim. Burada tətbiq elədiniz. Hə, eləyə bilərsiniz. Deyirsiniz ki, buradan 6 keçir. 6 vurulsun 2, üstə gəl 6 vur 4, bərabərdir 4 vur 9. Ödəyir da. Ha, Yəni. bəli, mən iyini 6 tapmışdım. O 6 hardaydı onu da başa Ha, düşmədim. yuxarının, yuxarının 6-sıdır. Bura i demisinizsə əgər, o Bura i yuxarının 6-sıdır tapdığınız. Sonra amma Hə, gətirib o düzməliydiniz burada. 3 bundan keçir, 3 bundan, 6 bundan yuxarıda yerinə qoyursunuz. Məsələ nədir? başa 16-cı sual. Burada da voltmetr belə qəribə qoşulub, amma belə baxsaz çox rahatdır. Bizdən nə soruşur? Deyir ki, mənbənin potensial fərqi 48 voltdur, yəni gərginliyin 48 voltdur. Daxili müqavimət nəzərə alınmır bu heç. Voltmetrin göstərişi neçə voltdur? Bizdən soruşur, üzr istəyirəm. Voltmetrin göstərişi, düz deyil. Voltmetrin göstərişi neçə voltdur? Bu voltmetr də buradadır. Voltmetr qoşulduğu hissənin potensial fərqini ölçür. Onu biləsiniz. İndi deyirsiniz ki, məncə burada bunu görmək o qədər də çətin deyil ki, bunlar ardıcıl birləşiblər. Müsbətdən çıxır, gəlir, bundan cəryan keçir. Voltmetr cəryanı buraxmır özündən. İdeal voltmetrdən cəryan keçməz. Cəryan bundan keçir, gəlir, buradan keçir, dövrəni tamamlayır. İndi bunlar necə birləşiblər? Ardıcıl. Sanki voltmetri oradan silin, götürün voltmetri oradan. Bunlar nətər birləşib? Ardıcıl. Voltmetri sadəcə gətirib sıxacların qoşmusunuz bura. Ki, burada görək gərginlik nə qədərdir. Bu özündən cəryan keçirtmir. İndi burada ümumi müqavimət nə qədərdir? Ümumi müqavimət. 4, üstə gəl 2, üstə gəl 3, üstə gəl 3. 10, 2, 10. Bəs gərginlik nə qədərdir ümumi? 48 volt. Cəryan nə qədər eləyir? Ümumi bərabərdir. 4. Bu bölür. 48 bölü 12. 4 amper. İndi fikir verin. Voltmetrin qoşulduğu hissəyə baxın. Voltmetrin qoşulduğu hissəyə baxın. Voltmetr bura qoşulub. Yəni, bunların hər birinin gərginliklərinin cəmi əsas bu gərginliyə nə olmalıdır? Bərabər olmalı. Bura 2 Bərabər. ohmdur. Bura 3 ohmdur. Voltmetrin göstərişi bundan keçir 4 amper. Gəlir, bundan keçir yuxarı doğru 4 amper. Həmin 4 amper də gəlir hamısından keçib gedir. İndi bu voltmetr qoşulub sadəcə 2 ilə 3-ün üst hissəsinə. Ona görə də U bərabərdir. Buranın gərginliyi 2 vur 4. Üstə gəl buranın gərginliyi 3 vur 4. 2 dəfə 4-ün 8. Üstə gəl 12. Onda gərginliyimiz 20 voltdur. Cavab B. Və burada belə işləyir. Biləsiniz. Bunu da göstərin. Ananı yazdım burada. Bu nədir? Bu buradır, bax.
Qarıyalaq. Testə baxanda rahat görəsiniz. Müəllim, orada niyə topladıq? Bir dənə orasını mən şey elədim, qaçdım. Elə bil bax, paralel birləşmədə belə deyil. Deyirsən ki, bunun gərginliyi, bunların gərginliklərinin cəmidir də. Birləşmədə nə yazırdıq? Buranın gərginliyi U-dursa, buna da deyirdik U bölü 2, U bölü 2. Hə? Bu ikisinin cəmi ona bərabəriyik. İndi burada da bunun gərginliyi, üstəgəl bunun gərginliyi bərabərdir bu voltmetrin göstərişi. Aydındır? Deyil. Başqa kimin sualı var? On 17-yə baxaq. Bu lap rahatdır. Getdikcə deyəsən rahatlaşır suallar. Sual verir ki, Erdəki yox, elə də rahat oxşamır deyəsən. Şəkildə dövrdə voltmetr deyir 12 volt göstərir. Bu 12 volt göstərir. 12 volt. Sual verir ki, bu dövrədə R müqaviməti neçə ohmdur? Mən buranın gərginliyinin 12 volt olmağı o deməkdir ki, potensial fərqləri eyni olduğu üçün mənbənin gərginliyi də 12 voltdur demək. Potensial fərq bilirik də. Fi1, bura Fi2, bura Fi1-dirsə, bura da Fi1-dir. Bura Fi2-dirsə, bax gəlir, bura da Fi2-dir. Buranın potensial fərqi nədir? Fi1 çıx Fi2. Mənbənin potensial fərqi nədir? Fi1 çıx Fi2. Deməli, bunun göstərişi mənbənin göstərişinə eynidir. Bura ümid edirəm, aydın olur. Mənbənin gərginliyi 12-dir. Və əsas cərəyanda var. Ümumi müqavimətləndirmə eləmək çox rahat. Voltmetrdən cərəyan keçmir. Bu dövrə belədir. Əsasında bax, bu yuxarı, əslində dövrə bax, 3 buradadır. 2 buradadır. R buradadır. Bir dəqiqə yoldaşlar. Aha. R buradadır. Buranın ümumi müqavimət nə qədərdir? R ümumi. 2 üstəgəl R 3 ilə paraleldir. Olur 2 üstəgəl R vur 3. Məxrəcdə də 2 üstəgəl R üstəgəl 3. Yəni nə eləyir? Bərabərdir. Ümumi müqavimət nə eləyir? 6 plus 3R bölünmüş 5. 6 üstəgəl 3R bölünsün 5 plus R. Əla. R üstəgəl 5. Bunu da tapdıq. Ümumi müqavimət bəlli. Cərəyan da var. Gərginlik də var. Məsələni həll elədik. Necə həll elədik? I bərabərdir. U bölür. I cərəyanımız nə qədərdir? Əsas cərəyan. 6 amper. Yazıram burada yerine. 6 bərabərdir. Ümumi gərginliyimiz nə qədərdir? Unuttum. 12 volt. 12. Müqavimət də bu. Bu deyəndə bunu tərs çevirək də. Yəni məxrəcdədir deyənə bunu tərs çevirirəm. R üstəgəl 5-i bölürəm 3R üstəgəl 6-ya. Bax bu 3R üstəgəl 6-dan 3 çıxartsam mötərizə xaricinə 12 ilə ixtisar gedər. Bəli. 12 ilə ixtisar gedər. Burada qalar nə? 4. 4 ilə də 6 Elə- getsin. Elə 6 ilə 12-ni aparsaydı daha rahat olacaqdı, amma belə də olur. Hə, nə gözəl. Bax, bax, bax. Riyaziyyatçı olduğunu həmin dəqiqə müsbətə istifadə edirik. Bunlar getdi. Burada qaldı 2. İki. Çarpaz vururam. R plus. R plus 2 bərabərdir 2R plus 10. Açmalıydıq bunda. 3R plus 6. R bərabər neçə eləyir? 4 olmalı. 4. Bəs sağ ol. Buradan da məsələni rahat şəkildə yaza bilərsiniz. Bu da elə C variantdır. Doldu 17. Sonra 18-ə baxaq. 18-ə baxaq. Deyir ki, şəkildəki dövrədə 6 ohmluq müqavimətdən 2 amperlik cərəyan keçir. Bax, bunu görürsünüz də 2 amper cərəyan keçir. Daxili müqaviməti nəzərə alınmayan mənbənin uclarındakı potensial fərq neçə voltdur? Çox sadə. Əgərlərim 6 ohmdan 2 amper cərəyan keçirsə, bax, buradan 2 amper cərəyan keçirsə, onda müqaviməti yuxarı baxın 3 olanda, müqaviməti 6-dan 3-ə keçəndə neçə dəfə azaltmışam? 2 dəfə azaltmışam. Müqaviməti 2 dəfə azaltmışamsa, buradan cərəyan 2 dəfə 2 çox dəfə artacaq. Bəli, 2 dəfə çox getməli. 2 amperdirsə buradan nə qədər cərəyan keçəcək? 4 amper. İndi 6-dan aşağı 2-yə keçəndə müqavimət 3 3 dəfə. azal. Onda buradan keçən cərəyan nə olur?
6. 3 dəfə 2 artdı. idi. 6, bəli. 2 idi, 3 dəfə artdı, oldu 6. Ana qoldan keçən cəryan nə olur? 4, 2, 6, 12 amper. 12 amper bunların cəmi. Voltajı soruşur bizdən. Birincisi, ümumi cəryan şiddətini bilirik. 12 amper. Ümumi müqaməti bilirik. 3, 6, 2 paralel birləşib. Yoldaşlar 3, 6, 2 paralel birləşəndə 1 bölü R bərabərdir 1 bölü 3, üstə gəl 1 bölü 6, üstə gəl 1 bölü 2. Bu nə eləyir? Ortaq məxrəc 6, 3-ə böləndə 2, 6-ya böləndə 1, 2-yə böləndə 3. 1 eləyəcəkdi. 1 eləyir, hə. R bərabərdir 1. Yəni buranın müqaməti 1-dir. Üstünə də 2 gəl. 3. Ümumi müqamət 3 ohm. Onda gərginlik bu bərabərdir I vur R. Yəni 36 volt. Bu cür. Bu rahat idi məncə. Güvəndə belə suallar var idi, mən biləm. Müxtəlif mühitlərdə elektrik cəryanının tamamını işləmisiniz da, yəqin ki. Bəli, müəllim. A-sının B-sini deməyin, Rabil müəllimə işləmişdi. C-si qalmışdı. C-də də çox sual yox idi. 7-dən nəsə sual olmalıdır orada. 19-a baxaq. Şəkildəki dövrə hissəsində cəryan keçəndə deyir ki, bir dəqiqə düşsəm, şəkildəki dövrə parçasından axım keçincə. Hə. Şəkildəki dövrə hissəsində deyir cəryan keçəndə voltmetrin göstərişi 24 volt olub. Coil hissəsindəki gərginliyi təyin edin. Ümumi gərginliyi təyin edin. Bax, çox qəşəng sualdır bu. Voltmetr qoşub bura. Hardasa 2 il bundan əvvəl MİQ-ə belə bir tip sual düşmüşdü. Yəni çaşdırıcı bir şey idi. Voltmetri qoyublar bura. Deyir ki, ümumi gərginliyi təyin elə. Ümumi sistemin gərginliyini təyin elə. İlk ağlımıza nə gəlir? Nə qurmaq? Ekvivalent dövrəni qurmaq. Gəlin quraq. Bura K-dırsa, burada K-dır. Burada K-dır. Burada K-dır. Başqa, bura L-dirsə, burada L-dir. Voltmetrdən cəryan keçməz. Bura qətiyyən toxunmursuz. Voltmetrdən cəryan keçmir. Onda fərqli bir hərfə ehtiyacımız var. 2 dənə hərfə ehtiyacımız var. 1. Bura T nöqtəsi deyirəm. Onda burada T olur. 2. Bura A nöqtəsi deyirəm. Onda burada A olur. Çətinlik olmadı hərflər. Ümid edirəm bura aydındır. İndi baxıram. 4 dənə hərfdən istifadə eləmişəm. K-nı yazıram. K-ya yaxın olan T-dir. T-ni yazıram. Sonra A-dır. Sonra L-dir. Ən nəhayətində. K ilə T arasında nə var? R, R. Başqası var? K ilə T. Yoxdur məncə. Bunları qoşuruq. R, R. Bura R, burada R. T ilə A arasında nə var? Bir dənə, hə? Başqası var? T ilə A. Yoxdur. Bir dənə R. A ilə L aralığında nə var? A ilə L. A ilə L, bu bir dənə deyəsən. Şeir. Şeir. Sonra K ilə A arasında birbaşa K ilə A aralığında. Bu da 3R. Vəssalam. Ekvivalent dövrəni qurduq. İndi bir dənə məntiq yürüdək. Burada nəyi tapmağımızı istəyir? Deyir ki, voltmetrin göstərişi 24 voltdur. Voltmetrin göstərişi 24 voltdur. Coil arasındakı potensial fərqi təyin edilir. Ümumi potensial fərqi təyin edilir. Yoldaşlar, voltmetr hara qoşulub? Nə ilə nə arasına? Hansı nöqtələr aralığına qoşulub voltmetr? T ilə L arasına. T ilə L aralığına qoşulub. Mən deyə bilərəm ki, T ilə A-nın cəmi TA aralığındakı gərginliklə AL aralığındakı gərginlik bu voltmetrin göstərişidir. Deyə bilərəm. Bəli. Rahatca deyə Bəli. bilərəm. İstəyirsiniz isbat eləyək. Bax, ümumi gərginlik U-dur, bərabərdir phi T çıxılsın phi L məsələn də. Buranın gərginliyi nədir? Ora U1 bərabər, bura U1 deyirəm. Phi T T. çıx phi A. Bəs buranın gərginliyi nədir?
Fi U2 bərabərdir. Fi A çıxılsın fi L. Aydınca görürsünüz ki, bunları bir-birini toplasaq, Tərəf-tərəf. A'lar Hə. gedəcək, fi T çıx fi L qalacaq. Həqiqətən də bunların gərginliklərinin cəmi ana gərginliyə bərabər. İndi buradan silək, bayaqdan işləyirik onsuz da. Hə. İndi biz cəryanları paylamalıyıq ki, görək oradan bu voltmetri necə IR ilə ifadə edək? IR ilə necə ifadə edə bilərik? İndi baxaq. Çox sadə. Mən deyirəm ki, bu R görürsünüz ha. Bu R-dən keçsin nə qədər cəryan? I qədər. Onda buradan nə qədər cəryan keçəcək müəllimlər? Buradan da I qədər. Çünki R Paralel. paralel. İkisi birləşir. Buradan nə qədər cəryan keçir? 2. 2. Əla. İndi mənə bütün müqavimətlər lazımdır. Baxaram. Sadəcə bu dövrəyə baxın. Bax, sadəcə bu dövrə. Aşağıdan yazıram. Aşağıda 2. Oradan da Aşağıdan yazıram. keçəndə Baxın, R bölü 2. Bir də qabaqda R var. Nə eləyir yoldaşlar bu? 1,5 R. R. Nə qədər cəryan keçir ana qoldan? 2i cəryan. 2. 2i cəryan. Aşağıki qolda isə müqavimət 3R'dir. 3R olmaq çox rahat oldu. 3R'dir. 3R'dən nə qədərdir? 1,5-dən 3-ə keçəndə müqavimət necə dəyişdi? 2 dəfə artdı. Onda O da 2 cəryan dəfə azalacaq. 2 I. dəfə azalacaq. I. Supersiz. Əla. Deməli, buradan keçən cəryanımız nə qədərdir? I qədərdir. Buradan keçən 2 idi. I gəlir buradan 2 ilə birləşir. Buradan keçən cəryan olur 3i qədər. Hər şey qaydasında. Hər şey əla. İndi keçirik yuxarıdakı dövrəyə. Hər bir müqavimətdən nə qədər cəryan keçir bilirəm. İndi mən deyirəm. Bunları silirəm. Deyirəm ki, bax bu R-dən T ilə A arasındakı R-dən nə qədər cəryan keçir? T ilə A arasındakı R-dən. 2. 2i. A ilə L arasında nə qədər cəryan keçir? 3. 3i. Voltmetrin göstərişi nəyə bərabər? U voltmetrin göstərişi bərabər. Bunun gərginliyi 2i vur R. Üstəgəl bunun gərginliyi 3i vur 2R. 3i vur 2R. Nə ilə deyirlər? 6 üstəgəl 2 8ir. Voltmetrin göstərişi 8irdir. Axı şərtdə verib 24-dür. Yəni 24 bərabərdir 8ir. Onda ir nədir? 3. 3 saxlayaq. İndi sual. Ümumi dövrənin gərginliyi nədir? Yoldaşlar, ümumi dövrənin gərginliyi üçün bilməliyəm ki, rəngi dəyişim. Ümumi dövrənin gərginliyi üçün bilməliyəm ki, görək yuxarıda yer var. Hə, yer var. Bilməliyəm ki, ümumi KL arasındakı bərabərlik ümumi cəryan vur ümumi müqavimət. Məncə ümumi cəryanı bilirəm nə qədərdir. Hə? Əsas cəryan nə qədərdir? Əsas dövrədən birləşib gedən cəryan nə qədərdir? 3. 3i qədər. Ümumi cəryanımız 3i. Ümumi müqavimət nə qədərdir? Onu da bilirəm. Bura 1,5 ilə 3R paraleldir. Bir də burada 2R var. Hə? Bir də burada 2R var axı. Bu dövrəni sadələşmişik bura. Buranın ümumi müqavimətini təyin elə. Yəni ümumi müqavimət bərabərdir. 1,5 ilə 3R paraleldir. Onda bu paralellikdən bura eləyir 1,5 vurulsun 3 bölünsün 4,5. 3 1 eləyir, hə? Bu 1 eləyir. Bir də Bəli, bəli. 2 qabaq, bir dənə 2. 2. 2 də qabaq 3R. Ümumi müqavimətimizi də tapdım 3R. Aparıram yuxarıda yer də 3-dür. Aparıram bura. Ümumi müqavimətin yerinə 3R. Bu elədi 9R. Yerimiz neçədir? Yer 3. 3. 27. 9 vur 3 bərabərdir 27 volt. Bir dənə buranı verməklə heç bir rəqəm verməyib. Bir dənə bunu verməklə biz özümüz onu rahat şəkildə 27 volt olduğunu təmin edə bilirik. Nə qədər maraqlıdır, bu maraqlı məsələdir. Hamısı maraqlıdır əslində. 20-ci sual. Müəllim, o məsələyə bir də qaydaq. İncimin. Qaydaq. Buyurun. Orada bizə o 24 voltu hansı aralıqdakı gərginliyi göstərdi? Bir də bu K voltmetri ilə göstərir. Bu voltmetri görürsünüz. Deyir Bəli. ki, bu voltmetrin göstərişi 24 volt. Bəli, bəli. Başa düşdüm müəllim. Hə, ondan Aydın oldu. sonrakisi Aydın oldu. Çox sağ olun.
20-ci suala baxırıq. Mənbələrin ardıcıl paralel birləşdirilməsi. Bu da rahatdır məncə. Müəllimin izahını atmışdım da sizə deyəsən, hə? Sabit cərəyan qanunlarında mənbələrin ardıcıl paralel birləşdirməsini müəllim super formada izah edib. Müsbətdən mənfiyə bu birləşmə bu formadadır. Belə cərəyan yaradır. Bu da müsbətdən mənfiyə bu istiqamətdə cərəyan yaradır. Eyni istiqamətdə yöndə cərəyan yaratdıqları üçün bunların epsilonları toplanır. Birinci üçün alırıq ki, 1 bərabərdir. Bizdən soruşur cərəyanları müqayisə edin. Buradan axan cərəyanları müqayisə edin. Müqamətlər eynidir. Hardan bildik eynidir? Özdeş iç direncləri önəmsiz. Özdeş yəni eyni. İndi gəlin buranı silək. Bizdən cərəyanları müqayisə eləməyimizi istəyir. Buranı silirəm. İndi gəlin özümüz cərəyanları müqayisə edək. İndi bura epsilon. Daxili müqamətlər nəzərə alınmır. Birincinin cərəyanı nə olar yoldaşlar birinci üçün? Baxsaq. I nəyə bərabərdir? Ümumi düstur belədir. I bərabərdir. Epsilon bölünsün R üstə gəl kiçik R. Kiçik R yoxdursa, onda I nə cür qalır? Epsilon bölünsün R. İndi birinci üçün epsilon toplanır. Üstə gəl epsilon. Müqamət R. Nə elədir? 2 epsilon böl R. İkinci üçün nə yazarıq? I2 bərabərdir. Paralel birləşmədə gərginliklər, yəni EHG-lər eyni olmalıdır. Bura epsilonsa, bunu bir dənə ilə əvəz eləsən, bu epsilon kimi qalmalıdır. Epsilon bölünsün R. Bu da oldu belə. İndi üçüncüyə baxıram. Üçüncüyə baxanda nə yazıram yoldaşlar? Epsilon. Bu ikisi bir yerdə nə olur yoldaşlar? Paralel birləşmə. Epsilon, orada Bir epsilon. də qarşıda Qabaqda da 2 bir epsilon epsilon var. bölünsün R. Bəli. Onda i1 3-ə bərabərdir. Onlar da böyükdür 2-dən. Epsilon üstə gəl epsilon böl R. O da elədi 2 epsilon bölünsün R. Yəni nə deməkdir? I1 bərabərdir I3. O da böyükdür. Böyükdülər I2-dən. Özümüz müqayisə etdik. Bu sadə idi. Baxaq 21 görək nədir? Ampermetrləri göstərir. Bəli. Məmravi müəllim, mənbələrin ardıcıl və paralel birləşdirməsini atmamısı deyəsiz qaydını. Ola bilməz. Sabit cərəyan qanunlarını Ravil müəllimin kaydı məndə yoxdur, video kimi yoxdur. Amma video link kimi var. YouTube-a yükləyib. Deyəsən sabit cərəyanı YouTube-dan baxmısınız, düzdür? 2 dənə video atmısınız o sabit cərəyan qanunları. Onu baxmışam. Amma dövrələrini belə İkisinə də baxmısınız, orada mənbələr yoxdur. yoxdur mənim orada. Maraqlıdır. Elə bildim dediniz, elə bildim başqa mənbələrin birləşdirməsinə aid video var. Dedim ki, onu atmamışsınız mənim. Yox, 2 dənə video var, onu atmışsınız mənim. Yüklənib ona baxmışam. Yaxşı, mən müəllimlə danışaram. Görək o video olmalı idi mütləq. Yadıma gəlir ki, keçən il ardıcıl paralel birləşmə müəllim izah eləmişdi. Öz vəsaiti üzərindən izah eləyirdi yəni. Orada hamısı var idi. Hə. 21-ci suala baxaq. Sualda nə deyir ki, yoldaşlar? Deyir ki, eyni mənbələrlə özdeş ürətəsi nədir? Eyni mənbə. Eyni mənbələrlə, eyni müqamətlərlə qurulan, eyni müqamətlər. Yəni bu R-dirsə, bu R-dirsə, bu da R-dir. Nə bilim, bu epsilondursa, bu da epsilondur, bu da epsilondur, bu da epsilondur. Hamısı epsilondur yoldaşlar. Hamısı epsilondur. Deyir ki, bu indi cərəyanları müqayisə edin. Bu form olanda cərəyanları müqayisə edin. Gəlin buranı silək. Artıq nə olduğunu bilirik. Burada necə olacaq? Bu da epsilondur. Yoldaşlar, bu ikisi nə olur? Epsilon paralel birləşiblər. Bir dənə epsilon olur. Düzdürmü? Bu bir dənə epsilon olur. İndi bunun bu istiqamətdə yaratdığı cərəyanla bunun belə yaratdığı cərəyan eyni istiqamətdədirmi bunlar? Xeyr müəllim. Necə yəni xeyr? Müsbətdən çıxır. Eyni də müsbət mənfi, müsbət mənfi. Bəli. Hə, toplanır. Eyni istiqamətdə. Olur I1, I1 yox. Birincidə ümumi cərəyan.
ümumi cəryan bərabərdir. Çünki ampermetr gör hara qoşulub. Ümumi cəryan bərabərdir. Epsilon üstəgəl epsilon böler. Bölünsün R. Eləyir 2 epsilon böler. Amma bu ümumi cəryandır. Bizdə ampermetr qoşulub birinə. Yaxşı, ikisi bir yerdə, bu ikisi bir yerdə 2 epsilon bölerdisə, birindən nə qədər keçəcək? Epsilon verir. Epsilon bölünsün R. Super. Biri yarısı qədər olur. Çünki i1 bərabərdir şəklində də görürsünüz. i ümuminin yarısı. Sonra bu birinci idi. İkinciyə baxırıq. İkincidə Orada ardıcıl birləşib. müsbət, bəli, müsbət bu istiqamətdə dönən cəryan yaradır. Bu birisi belə istiqamətdə dönən cəryan yaradır. Burada mənbələr bir-birlərini sıfırlayacaq da, sıfır olacaq ha cəryan. Epsilon çıx epsilon, hə. Bəli, epsilon Epsilon i ikinci halda bərabərdir 0. Üçüncü hala baxaq. Üçüncü halda epsilon bu istiqamətdə yaradır. Saat əqrəbinin epsilon istiqamətində. Bu da saat əqrəbinin əksinə. Bu birisi də saat əqrəbinin istiqamətində. Deməli, Burada bundan təkcə bu epsilon bundan vardı. bundan çıxılır. i3 bərabərdir. epsilon böl R. Epsilon, epsilon çıx epsilon böl R. O da nə olur? Epsilon böl. Epsilon bölünsün R. Hə, bu da epsilon böl, bu da. Oldu nə? i1 bərabərdir i3. İndi mənim bir dənə sual verin. Bu epsilon gələn birinə qoşulan deyildi, yoxsa ümumiyyədir? Bunu başa düşmədim. Hansı bu? Hə, üçüncü. Üçüncü də ümumidir. Bax, ampermetr ümumi bir dənə qola qoşulur. Aha, bildim. Burada ona Bildim. baxın. İki dənə paralelləşmədir, birinə qoşulur. Aha, bildim. 21-də biz cavabı aldıq. i1 bərabərdir i3, o da böyükdür i2, hə? Yəni onu yadda saxlayın, təzədən qaytaracağam geri. Yəni görək. Bir problem yoxdur burada. i1 bərabərdir nə? i3. O da Bəli, C böyükdür variantı. i3, C variantı. C variantı. Yəni 21-ə baxın. 21-də cavabımız C variantıdır. Davam edək. Bunu qaytarım geri. Yirmi iki. Bu da rahatdır. Ümumi cəryanı deyir epsilonlardan ifadə elə. Yoldaşlar, bunlar nətər birləşiblər? Ardıcıl. Bura olur 2 epsilon. Hə? Epsilon, 2 epsilon. Müqamətlər də ardıcıl olduğu üçün nə? 2R. Bunlar epsilon. Bura nə olur? 2 epsilon. İki. Müqamətlər Hemen də orada ardıcıl. yukarıdakini düzeltin. 3 epsilon yazmışsınız. 2 diye bir çöz. Ayda, hə, 2 dedim içərisində. 2 epsilon çox olmalı. Aşağıda 2 epsilon, R, 2R. Elə. Bir də burada epsilon R var. Hamısı da eyni istiqamətdə cəryan yaradır mı? Müsbətlər sola, mənfilər sağa. Hamısı eyni istiqamətdə dövrədə bax, belə bir cəryan yaradır. Əla. İndi nə edərik? Bunlara da bir dənə baxın. Bu dövrəni sanki belə quraq. Müəllim, orada 2R deyə bilərik, o paralel Epsilon birləşənlər. R. Bunu da bir dənə ilə əvəz edirəm. Bunu bir dənə ilə əvəz edirəm. Yəni 2 epsilon 2R. Hə? Əvəz elədim. İndi dövrədə cəryan bərabərdir. Bu epsilonların cəmi, epsilon X üstəgəl epsilon, ümumi xarici müqavimət, R üstəgəl kiçik R. İndi yuxarı oldu 3 epsilon, aşağı oldu R də 4 kiçik R olduğu üçün bir də burada 5 R. Neçə epsilon böl R oldu? 3 epsilon böl 5. Müəllim, amma mən orada niyə R-in yerinə 2? Burada 2 R-in bir dənə misal verim sizə. Ay 2 yoldaşlar, epsilon. üzr istəyirəm. Burada paralel birləşmədə müqavimət səhv yazdıq. Mən 2 R ilə 2 R paralel epsilonlar eyni qalır gərginlikdə. Amma müqavimətlər paralel birləşmədə birinin yarısını götürürsünüz da. 2 Hansı R R? isə R kimi götürürsünüz. Bağışlayın yoldaşlar. Hə, Oldu. mən də. Yuxarı oldu epsilon, 2 epsilon R üstə gəlir. Bu da 5 R yox, 3 epsilon bölünsün. 4 R üstə gəl. Ümumi R. R üstə gəlsin, R ümumi. R burada 4 R'dir. Üstə gəl R ümumi də bununla bu ardıcı birləşiblər. Ardıcı birləşmədə R ümumi nə olur? İkisinin cəmi. 2R. 2R kimi yazıram bura.
Elədi i bərabərdir 3 epsilon bölünsün nə? 6 6 r. r, Yəni epsilon böl 2 r. 2 də. Alalım. 22 A düppədüz. Sonra getdik 23-ü də yazaq. Deyir ki, şəkildəki dövrədə V voltmetri 8 volt göstərir. Bunun daha çətinlərini yazdıq bayaqları. Bu deyir 8 volt göstərir, bizə deyir. Epsilon 2 elektrik hərəkət qüvvəsi neçə voltdur? Bu neçə voltdur? Gəlin belə eləyək. Ümumi cəryanı təyin eləyək. Ümumi cəryanı buradan təyin edə bilirəm. Bu voltmetr, indi bu hissəyə baxın yoldaşlar, bax bu hissəyə. Bu hissə üçün yazıram ki, I bərabərdir 8 bölü 4. R. Yəni gərginliyimiz 8 voltdur, bu da 4. 8 bölü 4 elədi nə? 2 amper. Deməli, 2. buradan keçən, ana qoldan keçən cəryan nə qədərdir? 2 amper. 2 amper. Hər birindən keçən 2 amper. Paraleldən. Hə. Yəni, hər birindən keçən 2 amper. İndi nə edərik? Dahasında nə edəcəyik yoldaşlar? Bu epsilon necə təyin edərik? Bu bir tərəfə cəryan yaradır. Bu birisi tərəfə cəryan yaradır. Nə olacaq? Sıfırlayacaq da olar bilən. Əks deyil. I bərabərdir. Əks istiqamətdə epsilon 1 çıxılsın epsilon 2 modulda yazıram. Bölürəm ümumi xarici müqavimət üstəgəl ümumi daxili müqavimət. Epsilon 1 20 volt. Çıx, yəni 20. Çıx. Epsilon 2 bilmirəm. Ümumi xarici müqavimət. Ümumi xarici müqavimət 2 ilə 4 nədir? 6. Üstə gəl 8 6. Yox. Üstə gəl ümumi, kiçik ümumi. Bunun müqaviməti 2, bunun müqaviməti 1. Cəmləndə oldu nə? 3. Ümumi cəryanında almışıq 2 amper. Görək buradan cavab ala bilirik, yoxsa Kirxovla yazaq. 20 çıx, epsilon 2 bərabərdir 2 eləyəcək. 18, epsilon 2 bərabər nə qədər? 2. 2 volt A variantı. Bu neçənci sualdır? 23 A düppədüz. Getdik. Bir dənə sual verim Toğrul. Bu Buyurun. epsilon 2 ilə bu epsilon 1-i bayaq dedim 0. Biz nəyə gördüm? Fikirləşdim ki, bunlar paraleldir. Ona görə epsilon 2-ni də fikirləşmişdim. Paraleldir 20 mi? oldu. Yox, ardıcılaymış. Hocam Buradan baxın, aşırı gəldi. hocam Ay. baxın. Bir dənə düz xəttin üzərindədirlər. Hə. Mən onu görməmişim. Özür dilərim. Elə bu rəngi istəyirsiniz saxlayın burada. Görəsiniz ki, bir düz xətt üzərində. Sonra getdik. Bu neçədir? 24-ə baxaq. 24-dür, bir də 25-dir. Gəl 24 sadədir. Bunu saxlayıram sizə, özünüz onu yazarsınız. 25-i yazın, yekunlaşdıraq. Buyurun müəllimə. Fərqli epsilonlar paralel birləşsə, onda necə hesablayarıq? Fərqli epsilonları paralel birləşdirmirlər. Çünki faydalılıq əmsalı düşür aşağı. Yəni ki, güclü enerji itkisi baş verir sistemdə. Yəni o baterikalar, belə deyim də, baterikalara da mənfi təsir göstərir. Fərqli epsilonları paralel qoşmurlar. Nə istehsalatda, nə də belə, yəni nəzəri olaraq da. Enerji itkisi baş verir. 25-ci sual. Şəkildəki ardıcıl bağlanmış ısıtıcılar bizim dildə nədir? Qızdırıcılar. Hə. Şəkildəki ardıcıl bağlanmış qızdırıcıların kütləsi M, 2M olan eyni cins X və Y mayelərinə əlavə olunurlar. Bunun kütləsi, bu mayenin kütləsi M qədərdir, bu mayenin kütləsi 2M qədərdir. Şərtdə də deyir ki, bərabər zamandan sonra, yəni eyni zamandan sonra X-in temperaturu delta T qədər artdığına görə Y-in temperaturu nə qədər artar? Yoldaşlar, buradan I qədər cəryan keçirsə, ardıcıl birləşibsə, bu buradan nə qədər cəryan keçir? I qədər. Düzdürmü? Birincidə ayrılan istilik miqdarı nə qədərdir? Buradan yazaq. Q1 nəyə bərabərdir? S M1 delta T1. Delta T. İkincidə ayrılan istilik miqdarı nə qədərdir? S
İki. M2 M2 delta delta T2. T2. Birincidə ayrılan istilik miqdarı niyə görə bu qədər su istilik miqdarı alır və qızır? Nə səbəb oldu ona? Joule-Lenz qanununa görə cəryan keçən naqil neynir? Müqavimətli cəryan keçən naqildən cəryan keçirsə başlayır naqil neynəməyə? Qızmağa. Qızmağa. Nəticədə o suyu qızdırır, su da ondan bu qədər istilik miqdarı alır. Yəni nəyin hesabına aldı bunu? I kvadratı RT. R1 T. Bu T zamandır, bu temperatur. Temperatur. Bu ardıcıl birləşmə olduğu üçün bu da I kvadratı R2 T'dir. Eyni zaman dedikləri üçün T'lər də eynidir. Məncə bunu tərəf-tərəfə bölsək cavab alındı, hə? Yoxsa yox? Alındı bəli. C-lər gedir. 2-də 1 eləyir. M1 delta T1 bölünsün M2 delta T2 bərabərdir. R1 bölünsün R2. R1-i R2-yə bölən biri 2R, biri R. 2R bölünsün R. Bu elədir 2. Gör nə qədər sadədir. M1 Bəs nədir? M2-ni 2-yə verib. Hə, bunları qeyd edirəm. M, 2M. Düzdürmü? Bunu da yazaq. Bu deyilir 2-də 1 vurulsun delta T1. Birinci üçün delta T verib sildim. Böl delta T2 bərabərdir 2M. Buradan delta T bölünsün delta T2 bərabərdir 4-ə. 4. Delta T2 bərabərdir delta T bölünsün 4-ə. Cavab 4-də 1. Qəşəng məsələ idi bu. Fərqli bir şeydir. bəli. Bu da yoldaşlar gəlin 24-ü yazaq, saxlamayaq hamısını yazaq. Orada I kvadratı I kvadratı Vəssalam. U ilə Bəli, kvadratı gedəcək. yerlə, o kvadratı bölə yerlə də yaza bilərsiniz. O daha rahatlıdır. Hə, yaxşı. Dövrənin gücü P qədərdir deyir. Gücü P-dir. Mənbənin gərginliyi V olduğu kimi sabit olduğu üçün gəlin mənbənin gərginliyinə gedək. P bərabərdir. U kvadratı böl R. Kvadratı böl. Gərginlik sabit olduğu üçün P ilə R nətər mütənasibdir? Tərs. Birinci halda P1 bölünsün P2 bərabərdir. R2 böl R1 yaz. Onda P1 dediyimiz birinciyə P deyiblər. Ona görə P böl P2 yaz. Yaxşı, qalsın P1 mi baxaq. İndi açar açıq olanda bu halda açar açıq olanda deyir P-dir. Açar açıq olanda bu dövrədə yoxdur. Ardıcıl R ilə R ardıcıldır. Hə? Bu R ilə R ardıcıldır. Müqavimət nə 2R. olur? 2R. Birinci halda R1 bərabərdir 2R. P1 bərabərdir P. Açarı bağlayanda bu R ilə R nətər birləşir? R bölü 2. R bölü 2. Qabaqda da bir R var. 1,5'ir. Əla. P2 bilmirəm nədir. Amma P2. P2 bilmirəm nədir. Amma R2 bərabərdir. R bölü 2-dən R-in cəmi. 3R bölünsün 2. Gətirib qoyuram burada yer. Rəngi dəyişirəm. P1, P, P2, bilmirəm. R2, 3R 3R bölü. 2, o birisini tərs çevirirəm. 1 böl 2R. Elədir 3 böl 4. Oradan P2-ni tapıram. 4 P böl 3. Cavab E variantı. Vəssalam. Hamısını işlədik yoldaşlar. Çox sağ olun müəllim. Çox gözəl məsələlər idi. Allah elimizə qüvvət versin. Var olasınız. Allah sizə var eləsin. İnşallah Çox gələn sağ dərsdə olun. görüşmək ümidi ilə yoldaşlar. İnşallah. Sağ olun, salamat qalın. 7 dənə sualımız var. Onları da mütləq şəkildə mən izahlarını sizə göndərəcəm. İnşallah. Çox sağ olun. Sağ olun. Təşəkkür edirik.